Deməli, baxın, Excel-də 4 tip düstur növü var. Biz bununla danışmışıq yetər qədər. Videosu da qrupda var. Keçən ilin, daha doğrusu birinci turun qəbul suallarından biri də sadəcə olaraq aşağıdakı düsturlar hansı kateqoriyaya aiddir sualıdır. Yəni siz düsturların yerinə yetirdiyi funksiyalardan əlavə bu düsturların hansı kateqoriyaya aid olduğunu da bilməlisiniz. Çox önəmlidir. Yəni bəzən bizi elə buradan vururlar. Çünki düşünür ki, tələbə oturub ancaq samın toplamı olduğunu, leftin nə O olduğunu cünəyə bilir. sınaqda çıxmışdı da. Bəli, yəni bunun biz hansı kateqoriyaya aid olduğunu mütləq şəkildə bilməliyik. Ona görə də baxın, indi mən bunların funksiyaları yerinə yetirdikcə, ya siz bunu skrin eləyin, ya nə bilim, yadınızda saxlayın ki, misal üçün deyirəm, or məntiqi funksiyalar kateqoriyasına aiddir. Nə bilim, maksimum statistikdir və s. Deməli, birinci düsturlar riyazi düsturlardır. Riyazi düsturlar qeyd elədi ki, diapazonda heç bir mətni görmür. Ümumiyyətlə, riyazi düsturlar mətin görmür. Yəni, bunların işi ancaq adı üstündə. Nə iləndir? Ədədlərləndir. İndi bunu test tapşırıqlarına bir-bir göstərəcəm. Və bu riyazi düsturlardan burasını sizdən soruşuram. 3 dənəsi var idi ki, ancaq və ancaq bir xana ilə işləyə bilərdi. Yəni, diapazonla işləyə bilmirdi. Bu hansıları idi ki? ABC faktorial. Power, Faktorial. ABS faktorial. Ay, Faktorial. sağ olun, bəli. Power, ABS və faktorial. Bunlar diapazonla işləyə bilmir. Yəni nə deməkdir bu? Faktorial yalnız bir ədədin faktorialını tapa bilər. Misal üçün deyirəm, baxın, tutaq ki, bu boyda bir diapazonu seçib faktorial üçün yazmaq olmaz. Absolut olsun. Yalnız bir xanadakı ədədi müsbətə çevirə bilər. Müsbət də olsa müsbət qalır, mənfi də olsa müsbət qalır. Power üçün bizə neçə ədəd lazımdır? 2 2. qüvvət 2. olmalı. Ay sağ ol. Bir Günə. əsas, bir qüvvət. Amma yerdə qalan ilk 3 dənə diapazonla da işləyə bilər, sadəcə xana ilə də işləyə bilər və yaxud xanalarla da işləyə bilər. Keçdik bu tərəf. Yəni bu sol tərəfdə gördüyünüzün hər biri riyazi düsturlardır. Sum cəmləyir, sum if şərtə uyğunları cəmləyirdi. Product nə görür, hamısını bir-birinə vurur. Ədədləri təbii ki, power, absolute, faktorial test üzərində göstərəcəm. Statistik funksiyalar isə hamısı, demək olar ki, hamısı diapazonla işləyə bilər. Çünki adı üstündə statistika deyəndə adamın ağlına bir çoxluq, bir toplum gəlir. Ona görə bütün statistik funksiyalar hamısı işləyir. Bax bunu qeyd edin özünüz üçün. Hamısı işləyir diapazonla. Mətn funksiyaları isə heç biri diapazonla işləyə bilmir. Hamısı xana ilə işləyir. Məntiqi funksiyalar haqqında isə ümumiyyətlə belə bir müqayisə yəni mövcud deyil ki, məntiqi funksiyalar xana ilə işləyir, yoxsa diapazonla işləyir. Çünki elə bir müqayisəni eləyə bilmərik bununla bağlı. Yəni belə bir sual düşməyəcək. And içindəki hallar hər ikisi doğru olanda və ümumiyyətlə bütün hallar doğru olanda doğru çıxırdı. Or isə içində yalnız biri doğru olsa da doğru çıxırdı. Biz belə deyirik, bəzən tələbə elə başa düşür ki, orun içində biri doğru, daha doğrusu ikisi doğrudursa düz çıxmır. Xeyr, yəni ən azı biri doğrudursa toplama olduğuna görə o düz çıxır. İndi andin orun cavabı 1 çıxa bilər, yoxsa true və false çıxa bilər həmişə. True və false. Bəli, true və false. True və false. Heç bir halda andin orun cavabı 1 çıxa bilməz, ya 0 çıxa bilməz. Bəli, true və false çıxa bilər. Yaxşı, mən bu true-nu, false-u nə vaxt ədəd kimi götürə bilərəm? Mötərizənin içində olanda. Ay, sağ ol. Mötərizənin içində dırnaqsız şəkildə olanda. Bəli, qalan bütün hallarda true və false mətn formasındadır. Məsələn, diapazonda yazmışam. Məsələn, bax burada false var da, düzdür? Bax burada false var. İndi mən bu diapazonu samda yazsam, sam bu diapazon. Bu false-u 1 kimi və yaxud 0 kimi götürəcək? Xeyr. 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 Amma gətirib, Mötərizə. bəli, sam mötərizədə false yazsam, onu götürəcək və ya true yazsam. Amma mötərizədə dırnaqda yazsam bunu, onda value Mətndə o sayılmır. bəli, onda səhv olaraq value çıxacaq. Bəli. Buyur Aytən. Müəllim, zəhmət olmasa onu bir də deyə bilərsiniz. Nəyi falsuz adı? False-dur. Bəli, o nə zaman bir olur? Bax, sam mötərizədə bu diapazon. Düzdür? İndi sam riyazi hesab düsturdur deyə bu diapazondakı bu mətnlərin false da daxil heç birini görmür.
Heç birini. İndi mən gətirib indi tutaq ki, orada false deyib, truthda, çünki false sıfırdır deyə bir təsiri yoxdur. Mən gətirib o turunu bura yazsam, artıq Sam bunu 1 kimi qəbul edir. Yəni belə bir tərif verə bilərik ki, false-u turunu riyazi hesablamalar, yəni riyazi düsturlar yalnız cədvəl daha doğrusu düsturun içində, mötərizə içində görür. Turunu 1, false-u 0. Qalan bütün hallarda mətn kimi görür. Ümumiyyətlə diapazonda görmür. Burada sadə şəkildə görür. Amma mən bunu götürüb belə dırnaqda yazsam, bax bu cür yazsam. Enter vursam, görürsən value səhvi çıxır. Uje mətn kimi görür. Amma bunu dırnaqsız yazın. Dırnaqlarımı bunu təmizləyim. Enter. Bax görürsən hesabladı. 80 eləyir bura. Üzərinə də bir dənə 1 gəldi. Yəni 81. Aydındır. İstəyirsiniz bunu silək. Bax, istəyirsiniz bunu silək. Cavab 80 görürsünüz. Belə, qalan bütün xırda məsələlərin hər birini test üzərində. Yenə də deyirəm, bizim Excel-in tabloyu ilə bağlı bir işimiz qalıb. Onu yaxın zamanda sizlə həll edəcəyik. False da eynəyən tur kimidir. Üzərinə bir Bəli, gəlir. bəli, eynidir, eyni şeydir. Yalnız mötərizə daxilində dırnaqsız şəkildə. Görsəz, onu götürə bilərsiniz sıfır. Olanda 0 onda 1 yox. Hə? False olanda 0 götürürük Bəli, də. bəli, false hər zaman sıfırdır, true da 1-dir. Başladıq indi testlərə. Hər Mənə biri bu təkcə Sama aiddir, yoxsa bütün hamısına yox, aid bütün olur? hamısına aid, bütün riyazi düsturlara aid. Amma ABC-nin içində dediyim kimi, ABC-nin isə mən götürüb turu ilə yanaşı başqa nəsə yaza bilmərəm axı. Ona görə yəni diapazonla işləyə bilər riyazi düsturlara aiddir, belə deyək. Bu testlərin hər biri qəbul tiplidir. Yəni heç bir halda nə qəbuldan ağır, nə qəbuldan yüngül burada testi yoxdur. Ona görə çox xahiş edirəm, çox diqqətlə qulaq asın. Sual verəndə cavablandırın, əks halda danışmayın və nə qədər gücümüz yetəcək bu testlərdən baxacağıq sizinlə. İçində hesablanan hər cür test var. Excel proqramında düzbucaqlı formada təşkil edən xanalar qrupu diapazon adlanır. Yəqin ki, hər biriniz diapazonun ünvanını və yaxud bizə sadə formada verilmiş diapazonlarda sətr, sütun, xana tapmağı bilirsiniz. Çünki bunlar çox sıradan görünsə də keçən tur, yəni sizin birinci tur imtahanınızın qəbul sualı. Bax bu. A1, C4 diapazonunda sütunların sayını tapanda biz hərfləri sayırıq. A, B, C. Deməli, burada 3 dənə sütun var. Sətirlərin sayını tapanda isə pinit məsələsi kimi rəqəmlərdən istifadə edirik. 4-dən 1 çıxıb üzərinə 1 gəlir. Deməli, burada 4 dənə də sətir var. Xana sayı isə sətir və sütun hasilidir. 3 vurulsun 4, ümumilikdə 12 xana var. Bəli. Bax, bu birin özü də qəbul sualıdır. Düzbucaqlı şəkildə seçilmiş xanalar toplusuna diapazon deyilir. Excel-də sütunların başlığı nə ilə işarə olunur? Yəni, sütun başlıqları təbii ki, istifadə olunur. Mənə yazdırdı bu? Latin hərfləri ilə. Yəni, hərflərlə işarə edir. Sütunlar A, B, C. Sonuncu sütun hansıydı? X, F, D. Sonuncu sətir hansıydı? 1.048.576. Ona görə Bunu da XFD soruşa bilər. 1.576 adlanır sonuncu xana. Sonra iş kitabında sətirlər necə işarə olunur? Sətirlər işarə olunur ərəb rəqəmləri ilə. Düzdürmü? Yəni ki, bunu bilirsiniz. Ərəb rəqəmləri ilə işarə olunur. Elektron cədvəldə 4 xanadan ibarət diapazon. Burada birbaşa izah edəcəm. Təbii ki, bu A variantıdır. Çünki burada 2 sütun A, B, 2 sətir var. 2 çıxar 1, üstə 1. 2-ni də 2-yə vuranda cavabımız 4 olmuş olur. Excel-də istinad düsturun tərkibindəki nədir sizcə? Bu maraqlı sualdır. Ünvanı xananın. Bəli, xananın ünvanıdır. Yəni biz məsəl üçün deyirəm, A1 xanasındakı düsturu adicə B1 xanasına köçsəndə xana ünvanlarını işləyirik. Biraz sual qəribədir, amma Excel-dəki istinad düsturun tərkibindəki xana ünvanıdır. Excel-də xanalar diapazonunu təsvir etmək üçün biz istifadə edirik qoşa nöqtədən. Bəlkə kitabdan kimsə oxuyar. Başqa iş kitabındakı düstura istinad eləmək üçün bu işarələrin hansından istifadə edirik? Nidadır, bəli. Bəli, başqa iş Nidadan. kitabındakı düstura istinad eləmək üçün nidadan istifadə. Siz istifadə eləmirsiniz, əslində avtomatik özü çıxır.
Bəli, istinad deyəndə istinad işarəsi bir növ nidadır. Amma diapazon işarəsi qoşa nöqtədir. Bəs düstur nədir? Bərabər deyək. Bərabər. Bərabərdir. Bəs demiş ki, Bərabərdir. bərabər olmasa Plus Hesablanmır. plus. olmaq üçün. Ay sağ olun. Excel-də vərəq daxilində ən kiçik struktur element xanadır. Word-ün əsas obyektinə biz simvol, Excel-də xana, Power-də slide, Slide. verilənlər bazasının əsas obyektinə dünən dedik cədvəl, Sahə. cədvəlin əsas obyekti isə sahədir, yəni domen. Sahə. Excel-də mütləq ünvanlaşdırmada hansı simvoldan istifadə olunur? DS işarəsindən istifadə olunur. $1. Bəli, qulaq asın hər biriniz. Nisbi ünvan və mütləq ünvan anlayışı var. Məsəl üçün A1 yazılışı nisbi ünvandır, amma $A, $1 yazılışı mütləq ünvandır. Nisbi ünvanını da mütləq ünvana çevirmək üçün biz F4 düyməsindən istifadə edirdik. Yaxşı, mənə deyin görüm. İndi bunu gələn dərs ümumiyyətlə Excel-in tabını keçəndə sizlə bərabər danışacağıq. Biz xananı redaktə etmək üçün F neçədən istifadə edirdik? F2. F2, bəli. Xana redaktəsi F2-dir. Düz. Amma nisbi ünvanı, mütləq ünvana F4. Excel-də aşağıdakı ünvanlardan hansı nisbidir? Bu nisbi ünvan R3, S2. Bəli. Əslində bu standart haqqında birinci turda məlumat vermişdim. Yəni tarix boyu qəbula düşmüyor. Qısa bir dənə məlumat verim ötəri. Baxın, R3, S2-nin məsəl üçün deyirəm, normal bildiyiniz, məsəl üçün S5 kimi yazılışı var. Əslində R3, S2 biraz qeyri-standart adlandırmalı, yəni başqa cür adlandırmalıdır. Bu nə deməkdir? R rows deməkdir, yəni sətir. C isə kolum deməkdir. Yəni biz ikinci sütun, üçüncü sətiri düzəltməliyik. İkinci sütun hansıdır? B. Üçüncü sətri hansıdır? Elədir. Deməli bu B3 imiş. Yine görün nə maraqlı. Gəlin biz tutaq ki deyirəm, D6-nı bu cür yazaq. Birinci burası da yerləri dəyişir. Birinci sətri yazmalıyıq. Yəni rows neçə? 6. Kolum neçə? 4. A, B, C, D. 4. Bəli. Məsələn, bir də deyək. F8-i yazıram. Yenə rows neçə? Row 8. Kolum A, B, C, Beş. D, F5. 5. bəli, A, B, C, D, Y, F. Yox, 6 bəlkə. Yox, Beş. F6. 6 mənim. 6. F6-dır. 6. Bəli, bu cür belə bir ünvan. Ola bilər ki, düşər də. Digər məsəl üçün S7-ni bu cür adlandır. Yazasınız yenə rows 7, kolum 3. Müəllim, buradan bir dənə sual verim də. Buyur. Biz Excel-də baxanda birinci sətr sonra sütun gəlirdi. Word-də isə birinci tərsinə itə, birinci sütun sonra sətr, cədvəl quranda. Hə, cədvəldə sütun 10 sütun 8 sətr belə gəlir. Excel-də yaradılmış sənəd təbii ki adlanan işçi kitab. Amma işçi kitabın elementləri isə iş vərəqidir. Yaxşı, görəsən burada aranızda kimsə bilirmi ki Excel-in əsas komponentləri hansıdır? 3 dənə komponenti var. Sətir, Sətir sütun. sütun xana. Xana, iki vərəq. 4 dənə komponenti var. Dörd. Sətir, sütun, xana, iş vərəqi. Bəli, bax, sətir, sütun, xana bunlar birləşir, əmələ gətirir iş vərəqini. Ona görə 4 komponenti var, düzdür. D deməkdir də qısaltması. Bəli, iş vərəqlərinin növləri isə dialoq, diaqram, işçi vərəq, Hə. makros vərəq. Dərsə baxmışsınızsa hər birini orada bir-bir qeyd eləmişəm. Excel-də B5, D11 diapazonu neçə sütun var? Yenə də biz burada hərfləri saymalıyıq. B, C, D. 3 dənə sütun. Cari xananın olduğu sətr seçil. Bu suallar maraqlıdır. Düzdür, biraz proqramdan kənarda, amma bilsəz yaxşıdır. Cari xana, Space bar. bəli, biz adətən fikir vermişsiniz. Məsəl üçün deyirəm, cari slayddan nümayiş elətdirmək, nə bilim, cari sətri seçmək. Söhbət caridən gedirsə, bilin ki, burada shift hər zaman istifadə olunur. Bəli, cavab shift space bar. Cari xananın olduğu sətri seçir. Yəni hansı sətirdə bir xana seçmisinizsə, shift space barı vursaz, həmin sətri bütövlükdə seçir. Bəs sütunu seçən nə olar sizcə? Control space bardır. Kontrol element için.
Bəli. Excel sistemində xana nə deməkdir? Sətir və sütunun kəsişməsi. Bunun kəsişməsi. Bir işçi vərəqdəki xanaların sayını tapa bilərikmi görəsən? Bəli. Bir, 234 Var. deyil. Ay sağ bax. Bir iş vərəqində 214 dənə sütun, 220 dənə sətir varsa, bəli, bunların hasili də 234 dənə xana deməkdir. Bir işçi vərəqdə, ha, yəni bir dənə bütöv işçi vərəq. Sonra Excel proqramında xana necə seçilir? Bax, keçən il qəbula düşən tam olmasa da bu tipli bir sual idi. Yəni praktikaya əsaslanan bir sualdır. Məsələn, xana daxilində mouse'un sol düyməsini sıxmaqdır. Sizcə bir xanada məlumat varsa, məsəl üçün bu xanadır, bura yazılıb info sözü. İndi mən istəyirəm ki, bu sözü tamamlayım da informatika yazım. Bu xananı seçəndə mouse'un sol düyməsini bir dəfə vurum, yoxsa iki dəfə vursam yazılacaq? İki dəfə. İki Ya dəfə, da bəli. kontrol. Bir dəfə vursaq, bax bunu seçmək üçün bir dəfə vurub bunu seçsək, yeni gələn məlumatlar bunu siləcək. Amma iki dəfə vursaq, yeni gələn məlumatlar bunun arxasıca yazılacaq. Ay sağ olun, bəli. Ya iki dəfə vurmalısınız sol Ya düyməni, F2 ya da F2-ni F2. vurmalısınız. Ya Ya da da hardan idi? düstur sətrində. Formulas. Ay sağ olun, Üstür. üstür sətirdən, bəli. Exceldə bir neçə nədir? Excel sistemində bir neçə yanaşı sətir və ya sütun necə seçilir? Bu əslində yəni Yanaşıdırsa shift-lə demək. bəli, burada biz shift klavişi sıxılı saxlayaraq birinci və sonuncu sətir və ya sütunun sərlövhəsində mouse'un düyməsini sıxmaq var. Yazda gəlir demişdik shift ardıcıl seçim üçündür. Control oradan buradan seçim üçündür. Yaxşı, bir dənə maraqlı sual. Çünki ağlıma nə gəldi soruşacağam. Qəbul az qalıb, hər cür sual ağlıma gələ bilər. Təbii ki, mövzu ətrafında. Durub sizə buradan Word-dən sual verən deyirəm. Yaxşı, Excel-də Ctrl Enter düyməsi nə iş görürdü? Seçilmiş depozuna verilmiş mətni yaz. Digər Ay, sağ ol. xanaları doldururdu. Bəli, seçilmiş bütün xanalara lazımi məlumatları doldurmaq üçün. Yəni seçilmiş xanalara birinci məlumatı xanaya mətni qoyulmuş doldurmaq. məlumatı bütün xanaya doldur. Düzdür. Necə Samur? Birinci xanaya daxil edilmiş məlumat digər xanalara Bəli. daxil edilir. Bütün seçilmiş kanallara doldurmaq üçün düzdür. Müxtəlif və amma bu sual burada var imiş, heç bunu görməmişəm. Müxtəlif vərəqlərdə ünvanlaşdırma zamanı hansı simvoldan istifadə edirdik? Bəyan edeyim bunu. Nidadır, bəli. Nidadan. Excel'də nisbi ünvan aşağı heç baxmırıq ki, cavab nədir? Nisbi ünvan o ünvana deyilir ki, sən bunu götürüb harasa aparsan, avtomatik dəyişəcək yoxsa dəyişməyəcək? Dəyişəcək. Dəyişəcək. Bəli. Düsturun yerdəşməsi zamanı dəyişən ünvandır. Onun qabağına gələ biz dollar qoyaq ki, dəyişməsin. Məsələn, dollar A4. Bu dollar A-nı qoymur dəyişməyə, yoxsa hər ikisini? Anı qoymuş. Düzdür, sualdan sual doğur. O dəqiqə beynimdə yanan Hansının bütün şübhələri qarşısındaşsa sizdən onu soruşuram. dəyişməyə qoymur. Bəli, yalnız A-nı qoymur. Amma burada gələk 4-ün də qabağında dollar olar ki, o dəqiqə ikisini də qoymaz. Excel-də sətir necə seçilir? Bilirsiniz də sətir baxın üfüqi istiqamətində olanlardır. Sütunu isə yuxarıdan aşağı olanlardır. Çünki bu problem bəzən tələbə arasında olur. Sətiri biz necə seçə bilərik? Sətrin sərlövhəsində mouse'un sol düyməsini bir dəfə sıxmalı. Bax, bu deməkdir. Bax, bu sətrin sərlövhəsidir. Görürsünüz bura. Yuxarı isə sütunun sərlövhəsidir. Sərlövhə bilsə nə deməkdir? Başlıq. Mən sətr başlığında bir dəfə sıxdım, həmin sətr tam olaraq seçilir. Ona görə cavab A variantı. Mən orada A sütun yazılıb. Deyəcəydim eynidir C variantı. Hə, bu sütundur. Elə bu da Birinə 20-ci sətr. cavabı odur. Bəli, bəli. Bəli, sütunun sərlövhəsində mouse'un sol düyməsini bir dəfə sıxmalıdır. Sonra 21. Excel-də 10 deməyinə baxmayın, heç bir dəyişiklik yoxdur Excel-də. Word-də dəyişiklik var. Excel-də balaca üç bucaqlar nəyi bildirir? Sizcə nəyi bildirir bu? Filtr. Ay, sağ ol. Sütunlardakı məlumatların filtrlənməsi. Kim deyər Excel-də filtri hardan tətbiq edirdik? Data. Bəlkə bilənlər var. Bəli, iki yerdən idi. Biri home, biri datadır. Home-da var, data var, amma əsas yeri datadır. Bir də qısa yolu var idi onun. Ctrl L olmalıydı. Nəyin? Filtr tətbiq eləyəndə. Bilmədim, yəni. Dəqiq yadıma düşmədi. Qısa yol nə idi ki onun? Mənim Home-da hardadır ki? Home-da Ctrl L olmalıydı, səhv eləmirəmsə. Siz demişdiniz elə.
Bu Home'da bax budur. Burada var sort filter. Bir də data da var. Bu niyə donur? Burada filter. Hə, Ctrl Shift L deyirsən. Hə, hə. Hə, Ctrl yox deyirəm Shift. də Ctrl L yoxdur. Ctrl Shift L-dir. Burada da Ctrl Shift L-dir. Data ümumiyyətlə maraqlı tapdı. Excel-i görəsiniz. Biz Home-unu, insert-ini, nə bilim, view-sunu durub oturub danışan deyilik. Bizim iki dənə əsas işimiz var. Biri Home-dur, biri data Excel-də. Ola bilsəz elə bilin ki, əgər sual düşsə, ha, o da bir ehtimal. Sual düşsə oradan düşəcək. 22. Bəs xanaların içində yaşıl işarələr o nəyi bildirir? Kanal nə yaxşı işarə orada düstur olduğunu bildirir. Və yaxud oradakı nəticənin hər hansısa bir başqa xanalardan alındığını bildirir. Hə. Excel-də xanaların formatı, bax bu var ha, xanaların formatı. Əslində bu bizə biraz çətin görünməməlidir. Niyə? Çünki biraz Seslə qarışdırma. bəli, akseslə qarışdırmaq istəmirsinizsə, indi kitab oxumursunuz da, təəssüf ki, hər şey qalıb müəllimin umuduna. Bax burada general bölməsinə gəlirsən, bir dənə sol düyməni vurursan, bütün qarşında açılır. Bax görürsüz? Aksesdə də var idi bu. Xana tipləri, yəni sahə tipləri. Burada da görürsüz general ümumidir. Ədəd tipi, number, bax görürsən akseslə ortaqdır. Pul vahidi ortaqdır. Amma orada accounting yoxdur, short date yoxdur, long date yoxdur aksesdə. Zaman, tarix, baxın, aksesdə götürüb date yazsa səhvdir. Date time olmalıdır. Bəli, time yazsa səhvdir. Bir yerdə yazmalı, date and time. Burada amma başqadır. Sonra percentage, burada faiz, kəsir, elmi format, text. Orada text var, amma məsələn burada long text yoxdur. Çox sadədir. Yəni qorxulu nəsə yoxdur burada. İndi sırf burada Excel-ə aid ola bilər. Bu təbii ki, biri budur, kəsir. Hyperlink hardaydı? Access-də. Bu vahidi hər ikisində var. Görən silərdim. Ole object, access-də, attachment. Access. Access-də, number hər ikisində. Bəli. 1, 2, 6. Çalışın mənim deyənlərim bu sizə təklif edeyim bu sistemdən kənara qalmayın. Cəmi 3-4 günümüz qalır. Bunu da bu cür keçirsə inanın ki, çox məhsullar olacaq inşallah. Bir də 7. Nə etdi? Burada müəllim sualın Hə, davamı. burada da arqası da var. Hə. Bu Excel-ə aiddir. Bu da sayğac sahə idi. Sayğac sahədə bizdə Avtomatik. Access-də avtomatik var. Umrədən bəli. Excel-də hər hansısa bir xanaya daxil edilən ifadə həm də hansı hissədə əks olunur? Bax, bu maraqlı sualdır. Düstur sətrində Düstur olması. sətrində. Bəli, bax bunu həmən an sizə göstərim. Bax, Göstərmişiz hətta üstündə. bəli, bura nəsə yazıramsa, bax görürsüz, yuxarı fikir Yuxarıda verin, da bax burada da yazılır, baxın. yazılır. Hətta biz bəzən demişik ki, nə demişik? Biz bəzən demişik ki, bizim məsəl üçün deyirəm, bax, burada yazılıb 9, hə? Mən buranı seçən kimi bu 9-un necə əldə olunmağı düstur sətrində yazılıb. Məsəl üçün deyirəm, bax, bu dəqiqə ağlıma gəldi. Belə bir sual salıblar, tutaq ki, qəbula. Necədir bu sual? İnşallah gəlməz ağlana. Bax, bunun üzərinə bunu gələlək cavabı yazıblar 36. İndi səndən soruşur. Buranın da bütöv şəklini verib Excel-in. Sənə deyir ki, F neçədir? F3 xanası hansı xanalara istinadən əldə olunub? Necə tapa bilərik onu? Düstur sətrində. Düsturdan G. Aysa J3, G6. Bax görürsən mi? G6. F3-ə baxsan yalnız 36 görürsən. Amma 36-nın hardan əldə olunmasını sənə düstur sətri göstərir. Yəni bu yalan danışa bilmir. Deyir ki, burada C3 ilə J6-dan alıblar bunu. Всё, bu qədər sadə. Başa düşdünüz? Ona görə testdə görsək ki, düstur tapa bilmirsiniz, yuxarılara mütləq şəkildə baxın. Ora adlanır düstur sətri. Home əmri nə üçündür? Fil. Bu açıq aydın deyir də sizə, fil. Yəni mötərizəni heç sorsanız orada cavabı görərsiniz. Doldurmaq yəni müəllim. Bəli, indi prosta nə ilə doldurmaq? Videoya baxsaz orada var idi. Bir xanaya yazılmış məlumatla seçilmiş xanaları doldurmaq. Seçilmiş kanalları doldurması variantı. Bəli. A5 xanasının mütləq ünvanı kimi istifadə etmək olar. Bir dəqiqə üzrlü sayın, bir dənə bu zəngə cavab verim.
Cavab A deyəsən bura. Nə oldu? A variantı. A. A variantı. Rəqəm Həm Bəli. hərfin, həm də rəqəmin Mütləq. qarşısında. Bəs məsəl üçün C niyə deyil ki? C nədir bəs? A mütləq deyil. C Qarışıq. qarışıq. Ay sağ ol. Qarışıq. Bəli, qarışıqdır, düzdür. Neçə xana var? Da bunu demirəm. 6. 6 dənə. Bəli. Maraqlı sual 27-dir. Görək kim bilir bunun cavabını. Əslində dəfələrlə səsləndirmişəm. Cari Ay yox, xana. başqa şeydir bu. Exceldə cari xanadan aşağıdakı xanaya, aşağıdakı xanaya keçid etmək. Enter. Enterdir, bəli. Enterdə. Bəli. Bəs shift enteri bassam nə olacaq? Yuxarı. Bəli. Yuxarı hərəkət Shift enter etdir. əksinə iş görür. Məsələn, tabı Yuxarı. bassaq Exceldə sağa. Amma shift tab sola. Sola. Bəs görən 6 enterliyin. Ama bir kanal aşağı düşür. Bəli, bir xanada bir neçə sətirdə yazı yazmaq üçün. Baxın, siz xanada yazı yazıb enteri vursaq, həmin xanadan çıxır. Amma sən bir xanada 2 dənə alt-alta nəsə yazmaq üçün məcbursan alt enter. İnşallah bunu da göstərəcəm. Bəli, alt enterdən istifadə edirsiniz. Ctrl enteri bilirsiniz. Yazılmış bütün xanalara məlumatı doldurur, yəni seçilmiş. Altdakı tək bir halda heç bir iş görmür. Autosum. Bunun işarəsini A mən bəndi. görmək Bir A çətindir. variantı. Ay, sağ Equation. olun, bəli. olur. Hesablama kimi olur. Düzdür, autosum burada cəmləmək. Exceldə sütun adlarının rəqəmlərlə göstərməsi rejimi. Bayaq dedim, hansı rejim idi bu? D variantı. D variantı. Ay sağ, R1, S1 rejimidir. R nəyi bildirir? Sətiri. Rows. Sətiri, Sütunun. tutalım. Bəli, düzdür. Ədədləri formatlaşdırmaq üçün format cells dialoq qutusunda hansı bəndi seçmək lazımdır? Bu artıq özünüzün məntiqinizə də qalıb biraz. Altında deyir də ədədləri. Sola formalar. Number. Ədəd Number'dır. varsa number olardı. Bəli, çox. Keçən belə bir sadə sual düşmüşdü qəbula ki, verilən həqiqi ədədləri necə daxil edə bilərik? Orada cavab number idi. Excel avtomatik cəmləmə funksiyasının icrasını müəyyən edən hansı nə deyir abi? Yəqin D bəndi. D variantı. D bəndi. Enter olar. Excel'in avtomatik cəmləmə funksiyasının icrasını müəyyən edən hansı? Bu biraz Hesablama sizə aid deyil. yox. olarsa Cavab A-dır əslində. Amma bunu bura niyə Bitirmək salırlar mənasında. bilmirəm, bəli. End qoyanda avtomatik özü cəmləyir. Qoyun qalsın, misal sizlikdir. Excel'də faylların genişlənməsi. XLS. Bəli. D variantı. Bəs D variantı. Excel'dəki şablon fayllar Blok. Bəli. Word-dəki şablon dot, Power-dəki şablon Body. dot. Bəli. Sonları T ilə bitirdi. Bəli. 33-də deyir ki, xanaya düstur daxil edildikdə, bunu bayaq dedik ki, Bərabər. bərabərdir. Burada neçə xana var da bizlik deyil. Excel'də xana necə işarə olunur? Məsəl üçün A5 xanası necə işarə olunur? Əslində sadə sual. Rəqəm. Ay, Hər sağ ol. sonra Hərif, Dollar şərəsinə. Hərf dollar. bəli, dollar da olar. Yox, Hərif rəqəm. Yox, hərif. D olmaz. variantı var da müəllim. D. Dollar niyə? Mənə niyə çaşdınız? Excel proqramının əsasən hansı məqsədlər üçün istifadə olunur? Maliyyə işləri Nə olacaq bu? Peyraş satmasın deyə. Maliyyə, mühasibat maliyyə işləri aparır. Ay, variantı. mühasibət və maliyyə işləri. Məsələn, 37-ci sualın tab sualı, amma əlaqəsi yoxdur tabla. Yəni bunu məntiqlə tapmaq olar. Bu üfüqi düzləndirməli, yoxsa şagili? Şagilidir. Baxın, özünüzü çaşdırmayın. Birinci buradadır, sonra biraz düşüb aşağı, sonra biraz düşüb aşağı. Bəli, seçilmiş xanaların şagili düzləndirilməsi. Cavabda yoxsa bilin ki, bu test səhvdir. Var, görün. C variantı. C-dir, bəli. D variantı. Word-də şagili düzləndirmə yox idi. Bilirsiniz də, orada solda, sağda, mərkəzdə. Bəs Word-də şagili düzləndirmə yalnız nəyin içində idi? Cədvəlin. Cədvəlin içində. O da hansı tabda idi? Cədvəl varsa Layout-da. layout. Hələ biz Word-lə əsas işimizi görməmişdik, yəqin bilirsiniz. Və inanıram ki, Word-ün dərsinə baxaraq o testlərə qoşulasınız. Yəni axşam dərsdə qoşulun belə şey yoxdur.
Excel-də xanalar bloku diapazon ünvanı necə təyin olunur? Diapazona daxil Sətir olaraq sütun kəsişməsi. birinci xana ilə, Çatı bəli, sonuncu xananın kəsişməsi. Ünvanı ilə. İş kitabı bayaq münəssində dedim. Nədən təşkil olunur? Vərəq. İş vərəqlərindən. İki vərəqinə. İş vərəqinin adında maksimum neçə simvol ola bilər? 31. 31. Bəs iş kitabının adında 155. 155. Düzdür. Bütün xırda nəzəri sualların hamısını öyrənəsiniz. Bir dənə qalacaq tabların, yəni xonundan data, onu da həll edəcəyik. Xananın ünvanı nəyi təyin edir? Xana cədvəldə yerləşdiyi yeri heç bu nasıl olur? İstinadla nəyi təyin edir? İstinadla nə? İstinadla nəyi təyin edir? Düsturun tərkibindəki xananın ünvanı. Bəli, Variant. istinadlar yəqin demək istəyir. İstinadla nəyi təyin edir? Bəli, düsturun xanadakı ünvanı. Xana necə təyin olunur? Bu da asandır. Sətir sütunun kəsişməsidir. Elektron cədvəllərin əsas funksiyası yenə də hesablamalardır. Cədvəldə şəklində informasiya emalının təşkili. Cədvəl şəkli. Çünki burada cədvəl deyir. Yenə bunların heç birinə baxmayacağım. 46-ya baxın. Susmaya görə iş vərəqlərinin sayı nə qədər olur? 5, 155. 255 dənə. Yox. Niyə açanda bir dənə qalır? 25 Bir 50 dənə də. vərəq Bəli. oldu sonra. O ki qaldı maksimum elə bir Hə. rəqəm yoxdur. Sonsuz Tam sayda biri- ola bilərdi. Komitənin yaddaşlığına qədər. Yaddaş Bəs tutduğu qədər. edə biləcəyi qədər. Əvvəl fərqli idi. Məsələn, bax burada əsl cavabı 3-dür. 2010-da susmaya görə 3 idi. Amma 2019-da bir dənədir. İstəsən, yəni bunu özü yoxlaya bilərsən. Susmaya görə 1-dir. Maksimum isə komitənin yaddaşlığını bəs edə biləcəyi qədər. 47-də deyir ki, mütləq ünvan. Yenə A variantı. bildi. Yox, A niyə səhvdir sizcə? Mənim Gəldim, qabağım olmalı. Qabağım Bəli, gəldi. onları Ola səhv bilməz. düzdür. Əvvəl 48-də deyir ki, qeyd olunmuş xanaya daxil edilmiş düsturu redaktə. bayaq dedik. Bayaq F2. dedik, F2. 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 Qarışıq ünvan deyirsə, dollar birində Birində olmalı, olmalıdır. olmalı deyil. D variantı. Bəli, buraları artıq belə gedək ki, vaxtımız getməsin. 54. Aşağıdakilərdən hansı doğru deyil? Sətirlər natural ədədlərlə işarələnir. Doğru. Düzdür da? 1, 2, 3, 4, 5. Şurada. Sütunlar latın əlifbasının böyük hərfləri ilə. Düzdür? Düz. Xanaya ad vermək olmaz. Olmaz. Olar, təəssüf. Hı. Təəssüf ki də deyirəm. Yəni niyə təəssüf deyirəm bilmədim, amma olar da. Baxın. Bu arada D3 xanası deyirik, A5 xanası deyirik. Yox, onu demir bu. Bu deyir ki, sən yəni xananın adını dəyişə bilmərsən. Dəyişə bilərəm. Götürüb adını yazın, yəni xanım. Gördünüz? Yəni nə istəsəz qoya bilərsiniz adını. Üzərində sol düyməni vurursunuz. Hardan dəyişdi? Mənim haranı dəyişirsiniz? Mən görə bilmirəm. Sol aşağı küncə baxın, bura, bax, bura. Ha, okey. Bax, bunun üzərində, məsəl üçün, indi bura gəlmişkən göstərim. Boş saxlayıram. Burada qabağımıza çıxa biləcək səhvlərdə sizə deyil. Ananın Baxın. adı boş qala bilməz. Bəli, 3 dənə əsas qadağa var xana adı ilə bağlı. Xananın adı, bax yazıb burada, blank, boş qala bilməz. Xananın adında maksimum 31 simvoldan istifadə edə bilərsiniz və bir də burada qoşa nöqtə, siləklərin sağa sola olanı, ulduz sual və qapalı mötərizələr istifadə etmək olmaz. Or yox ha, or yəni burada Mənim o iş bəyaz- vərəqi deyil ki. Hə? Müəllim, bir dənə ekranı bilən balası böyüdü. Bu iş vərəqidir, hə. Bəs xana niyə deyirsiniz? Kanalın adını müəllim buradan dəyişdirmirdik. Baxın, israrla çəkdirmirdik bu hissədən. Yox, o xana ünvanıdır. Adres bardır ora. Oradan istədiyin xanaya müraciət edə bilərsən. Fatimə, sənin sualın. Mən xananın adını demədim. Dedim ki, burada Bəs iş vərəqin... bayaqdan xana deyirsiz də ona görə deyirəm. Yox, yəni burada biz xana adını buradan da... Xana adın... Ayda, hey. Mən iş Kanalın adını vərəqin- deyirdim elə. Aşağıda xana yazılmışdı. Müəllim ona Hə, görə hə. siz xana dediniz. İş vərəqin adını dəyişəmə. Yox, ona qalsa bu formulası var, Bir dəqiqə. O sənin dediyin yer bura var. Bura xana ünvanıdır. Məsələn, getmək istədiyin yerə aparırsan. Yazsan A3, A3 yaza bilmirəm, A3. Enter vurursan, aparır səni A3-ə görürsən. Məsələn, bura gəlməlisən. Bura neçədir? H5. Bura bir dənə yazıram H5. Mən oradan çıxım. Bura yazırıq H5. Enter gəldi H5. Amma formulası da burada define name var. Buradan xananın adını dəyişə bilərsiniz. Bax, görürsünüz bu xananın adı, bax fikir verin,
H5 xanasının adını qoymuşam, nə bilim, ağzıma gələn orada hərflər. Bəli, dəyişmək olur. İş vərəqinin də adını dəyişmək olur, xananın da adını dəyişmək olur. Yoxsa mən gedib başqa şeydən danışıram bəli. Düz deyirsiniz. Yəni orada biz nəsə itirmədik. Əksinə iş vərəqinin adında qadağan olunmuş simvollarda təyin elədik. Deməli, xananın adını hardan dəyişdik? Hansı tabdan? Formulasından. Formu. Bəli, amma olurmuş. Mümkündür belə bir şey. Beynimdə nə fikirləşib, nə eləmişim. 55. Formal sales pəncərəsinə nə etmiyorlar? Excel'in ən çətin hissəsidir. Formal sales pəncərəsi. Bunu qoyub qalsın. Dəsə cavabı deyə bilərəm sizə. Cavab Y variantı. Xanaya vermiş adı dəyişmək. Biz bunu harda elədik? Formulasından. Formal salesdən eləmədik. Amma belə Birini biləndə o birisilər. bəli. Bu qalsın, bu danışaram ondan formal sales. Control plus 1 ilə açılır formal sales pəncərəsi. Bir dolu xana seçildikdə klaviaturadan məlumat daxil edilərsə, həmin xanadakı məlumat necə olar? Silinir. Silinər, bəli. Yerinə Silinir, məlumat. yerini yeni məlumata verir. Əslində burada biraz sual səhvdir. Çünki baxır necə seçilir. Bir dəfə klikləsəydik deməli. Bəli, demək ki, bir kliklə. Yenə yazılışı doğrudur. Baxın, B niyə səhvdir? Birinci sütun, sonra sətr gələr. D o vaxt düz olardı ki, DS N'nin beş də qarşısında olsaydı. bir şey olardı. S'in qarşısında da olur. Bəli. D variantında heç rəqəm yoxdur. Y-də də ki, dollar nəyisə solunda dura bilər, nəyisə sağında dura bilməz. Yəni dolların sağı heç vaxt qala bilməz. Bəli, ona görə doğru variant DS5 necə olur bəs? DS5 DS5 sütunu var da, Samur. Hə, S kimi, 0 kimi götürür onu. Hə, DS indi bu hərflər Z-də bitir axı, sonra başlayır AA, AB. Məsələn DA, Aydın. DB, DS. İndi bu yaxşı bir dənə sual verdin. Sizcə X, F, Y sütunu varmı? Yox. Yoxdur. Niyə? Çünki ən axırıncı XF hansıdır? XFD. Ay sağ ol. Bu o deməkdir ki, XFD var, XFC var, XFB var, B, XFA var. Yəni XFD-dirsə sonuncu sütun. Yəni XF birləşməsində yalnız ABCD var, XFY yoxdur. Xanaya daxil edilmiş mətni bir neçə sətirdə yazmaq. Bunu bayaq dedik. Alt enter. Shift. Nədir cavab? Alt deyil, alt enter. Ay sağ ol. Bunu ən gözəl yolu bilsin nədir? Bu biz nə demək istəyir? Ki, Altından yazır da yəni. bir xananın içində bura yazırsan, məsəl üçün elmi, düşürsən, altından yazırsan məqalə. O altından yazmağı ilə alt kimi yadda saxlaya bilərsən. Alt enter. Enteri vursaz bu xanadan çıxacaq. Gələcək növbəti sətrə. Xanaya. O deyir ki, bu xanadan çıxmadan bunun altından yaz. Ona görə enterlə yanaşı 6 verir. Düyməçli funksiyası nədir? olurdu. Filtr əlavə. Filtr əlavə edir, bəli. Filtr əlavə edir. Bəli, filtrləyəndə də dedik ki, orada bir üçbucaq düyməsi var. Filtrdə həm home'dan, həm də datadan. B7 xanasına yazılmış bir ifadəsini doldurma markeri vasitəsilə B11 xanasına köçürsək, B11 xanasında hansı ifadə olar? Sizcə hansı ifadə olar? Elə 4 olur. Elə bir olar da. Bir Elə olar. bir də. Ay, sağ olun. Bəli. Gəlin onu sizə göstərim. Yazıya gəlsə biz burada demişdik ki, indi B11 B11 bizə maraqlı deyil. Xan nə olur olsun. Hərflər heç vaxt arta getmir. Əgər orada 1 olsaydı, mən bunu sadə sol düymə ilə dartsaydım artacaqdı, yoxsa kontrolla? Kontrol. Kontrol dartsa Kontrol, artar. bəli. Sadə Baxın, kopyalayır. sadə dartsaydıq ancaq 1 doldurardı. Kontrolla dartsaydıq arta gedirdi. Bu ədəd olaraq 1-dir. Amma söz olaraq 1-dirsə, nə ilə dartırsan dart. Elə ancaq eyni olar. Eyni. Hadi sən kontrolsuz necə dartsan dart. Hara dartsaz bəli ancaq 1 qalır. Ona görə cavab olur elə 1. Yenə 61-i keçirik. Düstura gəlmədi cavab. Nə qədər nəzəri sual var burada. Excel'də cari öz elə çox sadə suallardır. Excel'də cari kitabın adı harada əks olunur? Box olur. Var. Başlıq sətrində. Yazırlar ki, ora Hani başlayın. Kontrol enter neydi? Ctrl Enter bir xanaya daxil edilmiş verilənləri seçilmiş bütün xanalara doldurur. Ha, çok sağ ol.
Mən orada bir yazıb dırnaq işarəsində eləsəydi, yenə mətn sayılır, artarası deyildi də. Bəli, bəli, yox, artan deyil. Bax şöyle, məsəl üçün bura, daha doğrusu belə eləyək, bax. Bu xanaları seçirəm oradan buradan. Bir dəqiqə, bu hansı rejimdə qalıb? Müəllim. Hə. Olar ki, kiminsə mikrofon açıq qalıb görmür. Hamını bağlayasınız mikrofonun. Kimsə açıq danışır. Yaxşı. Bu dəqiqə Çox ekranı. sağ olun. Düzəldi müəllim, düzəldi. Hə. Ee, İndi baxın, məsəl üçün bir xanaya daxil edirəm info sözü. Klaviaturadan Ctrl Enter'i vurdum. Bütün seçilmiş kanallara bunu doldurdum. Bəli, Ctrl Enter bax bu cür işləyir. Sonra 63. Excel'də xanalar diapazonu seçildikdən sonra Namebooks'da nə əks olunur? Namebooks nədir? Ad qutusu. Orada hər zaman seçdiyimiz xananın, seçdiyimiz diapazonun adı qeyd olunur. Amma bu diapazonda, yəni ünvan sətrində o ad olan yerdə aktiv xananın ünvanı qeyd olunur. Bunların hər biri yenə də deyirəm, nə dərs olaraq tədris olunmur, çünki çox dərindir. Bu birbaşa bax hal-hazırda bu suallar birbaşa praktikanın sualıdır. Məsəl üçün baxın, tutaq deyirəm, baxın. Bu bir dənə diapazon seçirəm. Təbii ki, buradakı bütün xanaların adı orada qeyd oluna bilməz. Ona görə orada ancaq birinci, yəni aktiv xananın adı qeyd olunur. B19. Hardan istəyirsiniz seçin. Bax buradan seçin. Bu ağ qalan, yəni ağ qalır ha, burada o aktivdir. Onun adı qeyd olunur. Görürsünüz F18. Çünki bir daha deyirəm, ünvan sətrində, yəni Namebooks'da yalnız xana adı qeyd oluna bilər. Xanaların adı qeyd olunmur. Ona görə diapazon da seçəndə məcbur qalıb orada aktiv xananın adını götürüb burada qeyd edir. Bəli, bax bu çox maraqlı sualdır. Diapazondakı aktiv xananın ünvanı qeyd olunur. 64. Bu pəncərə elementlərindən hansı yalnız Excel-ə məxsus? Maraqlı sualı və asan sualı. Tapa bilərsiniz. 64. Düstur sətri. Düstur Ay sağ olun, bəli, düstur sətri. Vəziyyət sətri bütün hamısında var. Sərlövhə Word-dədir. Alətlər paneli yenə də Quick Access hamısında var. Menü sətri bu da. Menü sətri əslində Excel-də yoxdur. Amma bu deyir ki, hansı yalnız Excel-də var. Şablon fayllarının genişlənməsi bayaq dedik T ilə bitir. XLT da ola bilər, XLTX də ola bilər. Başlayacaq düstura birazdan. Yeni yaradılmış fayl susmaya görə olur book 1. Format ses dedim ki, danışacağım bu vaxtda. Sonra istəmirəm keçsin bunları, çünki hər biri qəbula düşə bilər. Eyni məlumatı bir neçə oyğa daxil etmək üçün şöyle hansına istifadə edərik? Ctrl Enter. Ay, sağ ol, bəli, Ctrl Enter. Sonra Excel-də 16384 dənə sütun var. 5 sütun silindi. İkisi əlavə olundu. Neçə sütun qaldı? Eyni. 16384 dəyişmir. 184 Bəli, dəyişmir. dəyişmir. Excel-də sətir sayı, sütun sayı, xana sayı, istəyirsən sil, istəyirsən başdan min oynat, dəyişmir. Necə ola bilər? Çünki yenilənir. Yerinə başqası gəlir. Bəli. 71-i əslində bayaq səhifən göstərdim sizə. Excel-in indi bizdən xana adını dəyişmək istəyir. Mən getdim sizə iş vərəqin adını dəyişdim. İş vərəqin adı necə dəyişdi? İş vərəqin adının üstündə mouse'un sol düyməsini 2 dəfə sıxaraq. D variantıdır. Müəllim, əvvəlki necə oldu? Yəni oradan sütun silmək olmur. Yox, sətir sütun silə bilirsən. Prosta yenilənir, bax. Məsəl üçün bu sütunu seçdim. Bunu üzərinə sağ düyməni vurdum. Delete. Bax görürsən içindəki məlumat silindi, amma özü qaldı yerində. Hə də yəni option sütun silmək olmur. Yox, sütunu yox, içindəki məlumatı elə ki silirik də. Başa düşdüm, təşəkkür. Düstur bir xanada digərinə köçürüldükdə düstura daxil olan ünvanların nisbi ünvanlaşma deyilir. Əgər nə olarsa, nisbi ona biz nə vaxt deyirik? Dəyişməsinə. Dəyişmir. Dəyişir. Bəli, dəyişir. 73-cü sualdan işləmişik. Baxın, düstur budur. D3, C2, B7.
İndi deyir ki, bunu hansı xanalara köçürə bilərik? Ümumiyyətlə, bu Hə. birinciyə baxmağa dəyərmi heç? Xeyr, o dəyişmir. Xeyr, o Mütləq dəyişmir. dəyməz. Dəyişməyəcək. Biz hal-hazırda hardayıq? D5-də. Bura D5-də. diqqətlə qulaq D5-də. asın. Hal-hazırda D5-dəyik. Və bir-bir yoxlayıram. Məsəl üçün, görün mən C4-ə gedə bilərəmmi? C4-ə gedəndə sütunlar İkisi də bir bir vahid vahid geri qayıdır, -1. Sətirlər də -1 azalır, yəni ədədlər. Bax, buradakı bu C-ni bir vahid geri qaytarmaq olar. Keçəcək B-yə. B1. 2-ni də qaytararam bir vahid. B-ni bir vahid qaytararam, keçər A-ya. 7-ni də bir vahid qaytararam, keçər 6-ya. Bu düzdür. Yəni 1 olar. 2. Baxın, D5-dən D2-yə gəlsəm, yəni buradakı 2-yə fikir verin, nə qədər azalır? -3 vahid. Hələ Olur. rəqəmə baxıram ha. Bu 2-ni 3 vahid azaltmaq olarmı? Xeyr. Ona görə 2-yə keçə bilməz. Bəli. Onda avtomatik 6-ya da keçə bilməz. Çünki 5-dən 1-ə gəlmək üçün 4 azalıb. Mən bu 2-ni necə 4 azalda bilərəm? Yəni 2-yə gələ bilməz, 6-ya da gələ bilməz, 6-nı çıxa bilmirik. Siz sonra nəyə gələ bilməz sizcə? D-dən. Məsələn, D-dən B-yə gələ bilərəm. Bəli. B2. Neçə Aa. vahid geri qayıdır? 1, 2. Gedəməli. 2, Gələ bilər də B, A. Bəli, D1-ə gələnməliyik. Bəs C necə olacaq müəllim onda 2 C olur getsin? əslində, B olmur. B olmur. B-ni 2 vahid geri qaytara bilməyəcək. 1 vahid qaytarsaq A-ya düşəcək. 1 vahid hara qaytaracaq bunu? Ona görə, bəli, biz bunu haraydı o? Qayıta bilmirik. B4-ə də gətirə bilmərik. Ona cavab A variantıdır. 1, 3, 4. Başa düşdünüz sualı? Bəli. Adi köçürməli. Yəni 1-1 köçürə bilərsiniz və yaxud baxan kimi də görmək olar ki, bax Müəllim, nəyə bəs görə? məsələn bayaq dediniz C-ni keçirtmək olurdu. Məsələn, C-ni keçirtdi, 2 vahid dala qayıtdı, A-ya gəldi. Bəs 2-ni necə qaytarırıq? A-ya qayıdanda nə olur? 1 olur, yoxsa 0? Necə yəni A-ya qayıdan? C2-ni məsələn 2 vahid dala çəkəndə necə olacaq? D5-dən C2-yə gəlirik. Yox, mən onu Hə, bunu demirəm. 2 vahid geri Bəli. qaytarsanız olmayacaq da 2 vahid. Ona Sıfıra görə gəlir, ona görə səhv olur. Sıfırıncı nəsə sətr üstün yoxdur axı. bəli, bəli, ona görə dedim. Hə, ona görə səhv olur. Cavab 1, 3, 4 olur. 74 maraqlıdır. Baxın, 74-də deyir ki, Excel-də alətlər panelində home tabındadır bu işarə. Qeyd olunmuş hissə nəyi bildirir? Bu əslində bir çox iş görə bilər, yuvarlaqlaşma belə həyata keçirə bilər. Xanadakı ədədlərin mərtəbəliyini azaldıb artırır. Həm də yuvarlaqlaşdırır. İnşallah bu haqda danışacağım. Maraqlıdır. Baxın, bu xanalardakı ədədin mərtəbəsini artırır. Məsələn, 5-sə olur 50, 500, 5000. Məsələn, 7,64-dürsə, bu var ha, bu da azaldır. Bilirsiniz də yuvarlaqlaşmada 5-dən çoxdursa bir vahid atır üstünə. İndi bunu bir dəfə yuvarlaqlaşdırsam nə olacaq? 7 onda 6. Bir də yuvarlaqlaşdırsam nə olacaq? 8. 8. Beşin Bunu az olsaydı. ikinci eləyir ha. Birinci sadəcə sıfırlar artırır. Xanadakı ədədin mərtəbəliyini artırır, azaldır, ancaq yeni götürmədiniz orada. Nə? Y variantı var. Xanadakı ədədi yuvarlaqlaşdırır. Yo, o yuvarlaqlaşdıran biri daxı. Bu ikisinin də eyni anda nə etdiyin deyir. Çox sağ olun. Yeni götürsəydim, ikincinin sanki deyirdim. Amma mənə deyir ki, ikisi üçün eyni olanlar. Onu fikir verməmişdim. Hə, Təşəkkürlər ona mən. görə orada biz ikisinə də, yəni ikisini də əhatə edəyənə baxmalıyıq. Dəqiqə bu niyə dondu bu PDF? Yorulmamısınız? Yox. Eyvallah. Xeyr, Yox. müəllim, maraqlı keçir. Son yorulmalarımız olsun. 3 gün qalıb bu. Dəqiqə, biz yorulmamışıq deyəsən bu kompüter yorulmama. Son çırpınışlardır. Sonra. Geçen imtihanda YouTube kanalınız getdi. Bunda da deyəsən notebook. Bunda da. Sonra 75. Excel-də alətlər panelinin elementi hansı funksiyanı yerinə yetirir? Bu kör gör də. Yəni A-dan Z-ə, Z-dən A-ya. Bundan nə qədər danışmışıq burada. Bu nə edir? Məlumatları böyükdən kiçiyə doğru sıralayır. Niyə? Çünki Z-dən A-yadır. Aksesdə buna nə deyirdik Z-dən A-ya?
Descending. Descending. Düstur Descending. sətrində indi biz buna el arasında quş işarəsi deyirik. Bura bir quş qoyulubsa, deməli düstur nə olub artıq? Sona Təsdiqlənir. çatdığını bildirməli. Ay sağ ol, hesablama sona çatıb. Yəni enter düyməsinə bərabərdir bu işarə. Yəni biz artıq enter Evet. düyməsini vurmuşuq. Excel-də cədvəldə bir iş vərəqində sətirlərin maksimal sayı 1 milyon 48.576. 2 üstü neçə idi bu? 20. 20. 20. 20. Sütunların sayısı 16.384'tü. Bu da 2 üstü 14'tü. Bir dənə də köçürməyə aid göstərim. Ondan sonra hesablamalar başladı. F4 xanasındakı düsturu F7 xanasına köçürəndə burada görürsünüz hərflər sabit qalıb. Yəni düsturdakı Y4 hərflərə var. toxunmuruq. Yani orada F4 değil Y4'tü. Ha bu Y4 deyil. Hə, Y4-dən F4-ə gələndə bir vahid İki. sütunlar artır, 3 vahid sətirlər. Ona görə biz bütün hərfləri bir vahid artırırıq. S olur D, D olur Y. 2-ni də 3 vahid artırırıq. 5, bu 2-ni də 3 artırırıq. 5. Arasına da bir dənə vurma. D5, Y5. D var onda. Adil müəllim, Bəli. bu sınavda düşmüş deyə bu bərabər böyük işarəsi ilə olan. Hə. Hə, onu elə məsəl üçün bərabər kimi yazsaydı, elə o D variantındakı kimi. O qabağında dollar işarəsi var idi də, qarışıq ünvan idi. Onu da düz götürmək olardı elə. Valla sınağı görməmişəm, mən hazırlamamışdım. Elə bil bərabər işarəsini onu kiçikdir, bərabərdir kimi vermişdi də. Bir yerdə vermişdi, bərabər ayrı verməmişdi. Ünvanlar olduğu kimi qalmışdı. Hansısa ünvanın köçürülməsi ilə bağlı. Yəni köçürüləndə bərabərdirsə dəymirsən, onu soruşsansa. İnşallah sizə ataram, şəxsidə Hə, baxarsınız. atarsan bax sualı görməmişəm də bilmirəm. Oldu adım. Sabah niyə dərs olmayacaq? Kurs elə Sabah məntiq günüdür. məntiq sabah başdan ayağa məntiq olacaq ancaq. Bir gün ingilis dili, 5-ci gün informatika. Yəni mənə görə heç fərqi yoxdur. Biz hər gün informatika keçirik. İstəyir heç olmasın. Dərs var, amma informatika yox, ingilis dili yoxdur, məntiq var. Onlayn olacaq müəllim. Bəli, mütləq. Deməli, aşağıdakılardan hansı workspace, yəni formatlı fayldır? Bunu yazmayacağam. Yəni sizə lazım deyil. Cavab C-dir. Yəni üçüncü. Bu workspace iş vərəqi, yəni bizim istifadə etdiyimiz iş vərəqi. İş vərəqlərinin bizdə 4 dənə növü var. Diaqram, dialoq, işçi vərəq, makro vərəq. Biz Excel-də istifadə etdiyimiz worksheetlərdir. Yəni bizim normal vərəqlərimiz bax budur. Üçlü cavab, amma lazım deyil. Həndəsi və ədədi silsilələr, hesablamalar başladı. Mən inanıram ki, günorta atdığım, keçən günorta atdığım video dərsə baxıb Excel-də. Mənim bu dərs əsasında da var idi. Bəli. Həndəs silsilələr demişəm, orada məncə demişəm. Hə, mənim dərs əsasında ikisi də var idi. Bəli, baxın, indi bir daha da izah edəcəm bunu. Buradan sizə lazım olanlar bir neçə dənə yerdir. Yəni, bu qədər böyük görünməyinə baxmayın. Baxın, bir bura lazımdır. Baxın, işarələdiyim yer, bir bura lazımdır. Bir də ki, bu aşağı. Baxın, rows demək, sətir deməkdir. Yəni, bizim hərəkətimiz sətir istiqamətində olacaq, əgər rows seçilibsə. Kolum demək, sütun deməkdir. Yəni, üzü aşağı gələcək. Baxın, bura yenə deyirəm, rows budur, kolum budur. Deməli, biz soldan sağa gedəcəyik. Aha. Liner daha doğrusu, necə oxuyursunuzsa, bu ədədi silsilədir, gross həndəsi silsilədir. Step bizim addımımızdır alqoritmdəki kimi. Yəni 30-a qədər 4-4 gedəcəyik. Amma bu 4-ə vurula da bilər, üstünə 4 də gəlinə bilər. Sizcə ədədi silsilə seçilibsə, üstə 4 gələr, yoxsa vuraq? Toplama gəldirir. Məncə toplama. İndi bir-bir üstə gəlirik. 3-dən başlayırıq. Baxın, deyəndə kopya alqoritmin o modifikasiyalı dövrüdür. 4 gəldim, 7, 11, 15, 19, nə istəyir ümumiyyətlə? Sonuncu yazacaq ədədi tapın. Heç nə, sonra olacaq 23, sonra olacaq 27. Mən 30-dan 3 çıxarıq 26 bölündə 27-dən sonra üstünə 3 gələndə 29. Eləmir elə. Yox. Bu sual açıq deyil.
Hə, 27 4 olacaq. də gələndə, hə 27-dir. Bəli. Həndəsi olsaydı 4-ə vuracaqdıq. Və məsəl üçün burada nə deyir? Hə. Yenə Mən sonuncu iş. deyir deyə 27-yə kimi tapdı. Nə? 30 deyir deyə Hə, 27-yə. 30-da ona görə. Yəni stop 30-da 30 keçə bilmərik. Bax burada yenə. Uca bu dəfə kolum seçilib. Üzü aşağı gəlirəm. 2 çarpırım. Olacaq 5, 7, 9, 11, 13. Heç bura yazmağa ehtiyac yoxdur. 15, 17, 19, 21, yox 19. 20-ni keçə bilmərik. Yox, 19 eləyir. Müəllim, orada seçilmiş hissəyə kimi yazmayacaq. Hə, seçilmiş hissəyə kimi. Hə, burada bir şey unutdum. Əgər bizim düsturumuzda özü seçibsə, bax seçilibsə bura qədər, artıq bu stopun mənası yoxdur. Burada olacaq cavab 3, 11. 5, 7, 9, 11. Bəli, 11 olacaq. Müəllim, bir dənə yuxarı qalxa bilərsiniz? Hı. Ay, şaşırdım, çəkirdim. Sağ ol. Hə, burada 11 olacaq. Çünki 11 olur. 3, 5, 7, 9. Yox, 11, 13 olur. 13 olur. Hə. 13 olur. İndi mən necə gəldi yazmışam. Elə Dörd bildim xananı istəmirəm. Bəli, cavab 13-dür. Amma burada Groves-u seçsəydi, olacaq da 6, 12, 24 və s. Vura-vura gedəcəkdi. Məsələn, burada bu biraz maraqlı. Deyir ki, iminli A3 xanasında nə yazılacaq? Ədədidir, həndəsidir? Həndəsi. 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 Nə üzrə gedirik? Sütun. Vurma. Vurmayla. Özü də vura-vura, bəli, 28-ə qədər. Deyəcək, burada heç bir şey seçilmir deyə vura-vura gedirsiniz. 2-yə vurursunuz. 8, 16. Çox getməyək, çünki bizə A3 təkin istəyir. 16. Cavab 16-dır, düz. Həndəsilərdən bu qədər. Müəllim, niyə dayanda üzr istəyirəm? Çünki orada bizə deyirdi ki, A3-ə nə yazılacaq? Çox getməyə A3-ə. ehtiyac yox. Hə, bəli, bəli. Ona mən də fikir vermədim. İndi 85. 2010-da tərtib edilmiş cədvəldə sütunların ardıcıllığı pozulmuşdur. Bunun səbəbi aşağıdakılardan hansı ola bilər? İndi tablar keçəndə sualın arxası əvvəli var. Hə. Bu tablar keçəndə sizə deyəcəm, Excel-də birinci turda qrupa yazıb göndərmişdim. Sətir və sütun ardıcıllığını pozan 5 dənə səbəb var. 5 səbəb var. İndi burada necə pozulub? A, B yoxdur, görürsünüz mü? Əslində bayaq belə bir şey elədik. B-ni neynədik? Sildik də. Sildik, amma onda B silinmədi. Burada mənim sütun xəttini üst-üstə gətirib gizlədirməyib orada. Necə? Gizlədirməyib, bu sütun xətti var. Onu belə sürüşdürüb. Bəli, indi burada bir neçə səbəb ola bilər. Birləşdirir müəllim xananı. B sütunu seçilmiş backspace düyməsini vuranda içindəki məlumat silinir. Bayaq gördünüz, B sütunu qalır yerində. A sütunu seçilmiş və dondurulmuşdur. Bu ola bilər. Baxın, ümumiyyətlə biz bu sualın cavabını çox sadə şəkildə tapa bilərik. Sətir sütunu gizlədəndə, sətir sütunu donduranda, sətir sütuna filtr tətbiq edəndə, xanaları qruplaşdırdıqda biri qaldı. Yalnız bu hallarda sətir və sütun ardıcıllığı pozula bilər. Bax, burada biri var, donduranda. Bir də burada B sütununa filtr tətbiq edilsə, filtr tətbiq edəndə sətirlər yoxa çıxır, sütunlar yox. Başqa nə var görün? Bir də var. Çox getmə. Bəli, B sütunu seçilmiş və gizlədilmişdir. Burada cavab 2-7-dir. İndi bunu dərs keçəndə sizə göstərəcəm. Onda görərsiniz. Əslində bizə cədvəl lazım deyil orada, yenə də deyirəm. Cədvələ ehtiyac yoxdur. Bizə sətir və sütun nə vaxt ardıcıllığı pozulur, onu bilmək lazım. 5 dənə qaydası var. Dərsdən sonra yadıma düşsə onu qrupa yazıb göndərəcəm, bütün materiallar qruplarına. Və cavab 2-7-dir. Hansı yazını elektron cədvəldə düstur hesab etmək olar? B variantı. Məsələn, A Bərabər niyə olanlara səhvdir? baxırıq. Bərabəri yoxdur. Bərabər yoxdur. Məsələn, C niyə səhvdir? Bərabərlə B'də də bərabərdən başlamalıdır. qabaq. Başlanır. Bəli, bərabərlə B'də də başlamalıdır. Bərabər olması hələ düz olması anlamına gəlmir. Bərabərin solu boş olmalıdır. Bu səhvdir. Bəli. Burada bərabər yoxdur. Bəs B'də niyə də yoxdur? 4 4 qabağı. var. D'dən qabaq 4 var. Bəli, baxın,
Bu Ha, 4 vuraqda əslində prosta vurağı ulduzla işarələməlidirlər. Məsələn, adi riyaziyyatda götürüb 3B yazılışının 3 vuraq B olduğunu bilirik. Amma Excel bunu başa düşmür. Ona görə bura siz ulduz yazmalısınız. Və doğru variant B idi. Hə, indi düsturlar. Bax burada D1 xanasındakı düsturu Y3 xanasına köçürdüm. Bu zaman D'dən Y'yə bir vahid danışa bilmədim. Sütunlar sağa gedir. 2 vahiddə rəqəmlər artır. Bizim də düsturumuz budur. Bunu A köçürsək dəyişəcək ki, yox. A olacaq B 2 D. dollar var deyə dəyişmir. Yəni Bir dollar var. B-ni qoymur dəyişməyə. Bir O üstə olacaq 3. 3 olacaq. Məsələn, B2 plus B3. Yəni 6 plus 8. 2, 14. 14. Bəli. Şərhləri oxuya bilmirəm. Çünki orada bu dəqiqə 33 dənə mesaj var. Mən oranı görmürəm. Yazıb doldurmuş. Nəsə bir yanğın zadbaşı varsa WhatsApp-a yazın. Girə bilməm ora. B5 xanasına daxil yəni köçürmələr demirəm. 90-cı sual. Düsturda neçə istinad var? Bax, maraqlı sualdır bu. Əslində çox sadə. 3 3. 3 xana var. 3 sütun var da 3 sütuna görə. Yox, sütun yox. 3 xana var. Bir dənədir müəllim. Yox, 3 dənə istinad var. Niyə görədir bu? Bax, bir A1 xanasına istinad eləyir, bir B2, bir də C4. Bəli, 3 dənə istinad var. Yəni 3 dənə xanaya istinad eləmişik. Müəllim, Sonra- amma dörd işarəsi içində vardı. Yəni Hə, mən də onu deyirdim. Yox, Ona görə- dəxli yoxdur, dəxli yoxdur. Fakt 3 dənə xanaya bu istinad eləyib. Yəni 3 dənə xana adı yazılıb ora. C2 xanasındakı düsturu D1 xanasına köçürürük. Yəni C2-dəki düstur A2 dəyişməyəcək ümumiyyətlə. Plus C-dən D-yə gedəndə bax C-dən D-yə bir vahid Bir var da. hərflər artır, amma bir vahid rəqəmlər azalır. Ona görə bu hərfi bir vahid artırsam C yenə 3-ə toxuna bilmir. Rəqəm. Heç nə A2 plus C3. 5 plus 7. Nə? C3 müəllim. C3 Ha, də C. A3 üstəgəl B3. Onda A3 B3-ü hesablayaq. Buraya 13, 13. 13, 18. Bəli, 5-in üstə bu 13-ü gəlir, 18. Və bura hesablayıb sonra tapmalıymış. Bəli. Yenə köçürməyə baxmayacağam. 93. Elektron cədvəl fraqmentində verilmişdir. D2 xanasındakı düsturu Y1, Y4 diapazonundakı bütün xanalara köçürdükdən sonra nəticəsi 8 olan xananı müəyyən edin. Bu nə danışır? Sizin alqoritmə döndüyü bu da qəbul. İmtahanınız bitirir. Hə, müəllim, onun Əsl sizin imtahana düşəcək sualdır abi. Vaxtınızı Beynim aparın. yandı. Aynen. Axırıncı dəfə Yapmayın bence. Enet etmeyin. Excel'de- Eləməyin. Belə Excel sual işləmişdik, salmazlar orada da var yəqin. bir sual. Bu düsturu, məsəl üçün, bir dənə belə bir şey istifadə edə bilərik də. Gəlin görək, deyəcəkdim hansı ikisinin cəmi Çətin 8 sual deyil, verir. vaxt aparan sualdır. Yox, hansı ikisinin cəmi 8 verir bu ədədlərin? Məsəl üçün, B5 ilə B C3, Yox. C1, A3 ilə C3-ün. baxın, C1. baxın bizə belə bir istifadə edə bilərəm nəydən? 3 B4. dəyişəcək, 3 dəyişəcək. İndi 3 yerində qalmalı. Deməli 3 yerində qalırsa, 3-cü Bir sətirdən dənə A3 var. mütləq ki burada nəsə var. Düzdürmü? Bax biz də gəlin bir şey istifadə edək. Mən biz D2-dəki düsturu birinci köçürtməli deyilik. Bildim, sən bütün xanalara köçürtməlisən. Müəllim, o 3 dəyişmirsə, deməli qarşıdakı rəqəm dəyişirsə, o da bir dənə A3-dədir. Hədə yəni bu Bu 3 seçkiyə dəyişmir. Deməli 3-cü Bu sətirdən bir bu var, ədədlərin tamam. birini götürüb 3-ün üstünə nə gəlsəm, məsələn 3-ün üstünə nə gəlsəm 8 verir, 5. 5. 5 də hardadır? C3. 5 də elə burdadır da. İndi bu C5, düstur çünki C dəyişmir. olmalıdır. Biz hansı xanadayıq? D2 xanasındakı. Yox, bunu ancaq köçürdəs gəlir 4-ünə də. Bəli, bəli. Başqa yolumuz yox. Çox sadədir. Prosta vaxt aparmağına görə deyirəm. Gəlin köçürək də. Belə birinciyə köçürək, bəlkə orada alınacaq. D2-dəki düsturu Y1-ə köçürəndə nə dəyişir? Mən deyəsən heç biri çıxacaq cavab. Hə, bu olur. Sütunlar bir vahid sağa gedir. Olur C3. C3-də nədir? 5. Üstə gələk C1. Belə çıxdı, cavab belə buymuş. A variantı. Yəni 5 bölü 3 8 edilmiş. Biz getdiyimiz yol əslində məntiqli idi. Necə alınmadı müəllim?
Və orada yəni biz nəyi tutmuşduq? 100% ki, buradan birini götürüb 100%, yəni üçündən biridir. Məsələn, 3-ün üstünə 5 gəlsəm 8 eləyir. Amma biz bilmirdik də Hə, o düşünürəm. A3-dür, B3-dür, yoxsa Hə, C3-dür. Onu aydın, bilmirdik. aydın. Gərək yenə də hesablayardıq. 94. A1 xanasında yazılmış düsturu B2 xanasına köçürsək, hansı qiymət alınacaq? Yəni sürüşdürmədir, sadə. A1-dən B-yə gələndə bir dənə hərflər bir vahid sağa gedir, rəqəmlər bir vahid artır. Və bu hərfi bir vahid sağa atsaq nə olur? F 5, dollara görə 5 dəyişməyəcək. 5, Çıxaq. D D5. dəyişməyəcək. Bu da bir vahid artıracaq, olacaq 5. F5, D5. Müəllim, niyə dollar işarəsini yazmalıyız? Dollar niyə yazıram ki, onsuz bunu hesablayanda dolların mənası yoxdur. Yaxşı, buraya yazıram dollar. Onun nə mənası var ki? Onun cavabda olsa mənası olur. Onsuz mən onu hesablayacağım da mən F5-dən D5-i çıxacam. Lap burada yaz dollar. İkincidə o ehtiyac yoxdur o dollara. F5-dən, yəni 30-dan D5-i, yəni 24-ü çıxırsın. Cavab al 6. Bildin Mehriban? Kimə sual verin? Bəli, bildim. Yəni onun Mənim. mənası yoxdur. Lap orada dollar olsa da hesablayasan, olmasa da. Yenə 95-ci sual. Yenə də köçürdürsüz, neçənci dənə eyni tip sualdır. Sonra ədədlərin hamısını yerinə qoyub hesablayırsınız. Yenə sadə köçürmədir. Baxa, bu nədir? S1 oyğundakı düsturu yenə S3-ə köçürürəm. Düsturu köçürəndə hərflər olduğu kimi qalacaq, amma rəqəmlər bir vahid artır. Sadəcə dəyişmir, B2 artır. Bəli, B3 vurulsun. Və bu dolları burada nəyə yazım ki mən? S2. B3 yoxdur. Boş xana nə götürürük biz? 1 yoxsa 0 idi mi? Boş xana yoxdursa biz onu 0 götürəcəyik, bəli. Sıfır Vurma ise boş sıfır. xananı 0 götürür. Sıfır. İkisi də yoxdur ümumiyyətlə heç bunun. Ona cavab verir 0. Onda cavab B3 olur yoksa B4 olur orada. Hı? B3 yoksa B4. B4, hə, lap B4. Bəli, onda 0 olur yəni. Nə onu deyəcəkdim. Mən burada biraz çaşıram. Orada S1-dən məsələn S3-ə keçəndə 2 vahid artırırıq da, eləmi? Hərflərə dəymirsiniz. Hərflər olduğu Bildim. kimi qalır. Hə, Bəli, bu rəqəmlər 2 artır. Bəli. Bu B4 olur, mən səhv yazmışam. S2 də S4 olmur. Niyə? Çünki dollar var ona görə. Nəysə, bu Biz niyə onda sürüşdürmələr... B4 yazırıq ona? Hə? B2-dir deyin, 2 artırdıq. Hə, hə, Okey. 2 artırım oldu B4. Nəysə, bunları keçirəm, bu sürüşdürmələri. Gəldik düsturlara. Başladıq 103-dən. Maraqlı yeri indidir. Nəysə, bax, mənim diqqətimdən yayına bilər. Çünki artıq 103-cü testi izah edirəm. İstər-istəməz dərslərim də olur, səhərdən yorğunam, amma nəsə diqqətimdən qaçsa deyil. Aşağıda verilmiş elektron cədvəl fraqmentinə əsasən C4 xanasının qiymətini tapın. Gəlin tapaq. C4-də yazıb ki, A1-dən B4-ə qədər cəmlə. Ancaq nələri cəmləyəcəyik biz? A1, Ədədləri. Rəqəmləri. ay sağ ol, A1, B4. Ancaq rəqəmləri toplayırıq. 11, 11, 3, 55. 6, 9, 11, bu da 45. 55. 55. Hanı cavab yoxdur ki? Qiymətini tapın. C4. 2 də var axı deyəsən. O 50. A1, B4. Orada B4'e B4 57 müəllim 2 də var. B4 Ha, deyil. B4 deyil. Hə, 57 iki də var. olacaq. 57. Elə bilirəm bir şey səhv edirəm. Aşağıdakı verilmiş elektron cədvəl fraqmentindən C4 xanasının average ədədi ortadır. Hə, burada eləyəcəyiniz səhvlər nədir? Deməli, keçən dəfə bunu əyanı dərsdə gördüm. Tələbələr nə edir? Götürürlər, average bu tipdə verəndə, bunu yaxınlaşdırın biraz. Götürürlər, A1, B4-ün ədədi ortasını tapır, sonra C1, C3-ün ədədi ortasını tapır, sonra bunları toplayır. Yenə Biraz ədəd düzgün, orta mən tapır. tarix boyu görməmişəm şəxsən. Burada nə etməlisiniz? A1-dən B4-ə qədər, bax burada işarələyirik. A1, B4-ə qədər və bura qədər. 22, 23. Toplayırsınız, nə qədər edir? 16, 23. 20, 23, 25. 3, 5, Sonra da üstünə gəlirsiniz C1-dən C3-ə qədər. 25. 25, bu da 15. Nə qədər elədi? 40. 40. Biz bunları neçə xanaya istinad edib tapdıq?
1, 7, 2, 8 3, xana. 4, 5, 6, 8. ay sağ ol, 8 xana. 8-ə. Sonra 40-ı 7, bölürsünüz 8. 8-ə. 5 tam 75. Yox. Yox, 40-ı 5 8-ə Belə eləyir. bölün. 40 bölü 8 yoxsa 5 5. eləyir. Bəli, 5 5, 5 eləyir. bəli, yazılır. cavab 5. Bu qədər sadə. Yəni burada bir dənə məsəl üçün S1 nöqtə vergül S3 versə də sizi çaşdırmasın. Bir dənə S1-i götürəcəydiniz. Amma burada ədəd olsa tutaq ki, məsələn 7 olsaydı. Bir də S3-ü götürəcəydiniz. Mənim zəhmət olmasa bir də deyərsən. Bunu Hə. bizə dəqiqə. Test göründü sizdə indi. Baxın, qayıtdı test. Və görsənir. Ha, indi qayıdır. Ekranı kim yazmır? Bir dəqiqə bunu sileyim. Əskər sən yazdın. Xeyr müəllim, bu səfər mən yetkiləməmişəm. Bir şey olar ki, mən atacağım bundan sonra sənin üstünüzün cəzalısın. Hələ bir Deməli, dəfə bax, mənim. Dəhlizə baxın, çıxmayıb Esməli. baxın. Kim dedi bunu bir də izah edeyim. Mən. Fidanda bir də şərhlərdə Səma xanım yazıbdı. Baxın, hə. Average ədədi ortadır. Bunu düsturlardan yəqin bilirsiniz. A1-dən B4-ə qədər. A1, B4. Və bura qədər. Yəni bu aralığı 1 toplayırsınız. Bu 25 elədi. 16, 20, 21, 23, 25. Buraya da 25. Bax, bu A1, B4. Mənim orada S1-dən for yazır, o məni çaşdırır. for heç nə. Bu sadəcə mətndir. Mətnin nə işi var? Mən mətni nədən necə toplayım? Sonra da S1-dən S3-ə qədər 1 toplayırsınız. Yəni S1, S3 elədi 15. İndi 25 və 15-i də sonra toplayırsınız, eləyir 40. Ədədi orta toplayıb sayına bölməkdir. Biz də bu 40-ı bax görürsüz 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə xanadan əldə eləmişik. Həmin o 40-ı da bölürsüz 8-ə cavab eləyir 5. Orada bəzilərinin çaşdırıcı 0 ola bilərdi. O da ki sayılmalı. Hə, 0 olsaydı, yəni 0 var daha doğrusu. Bu 0 Var cəmə yəni, təsir var. eləmədi, amma saya təsir elədi. Saya təsir edir. Bəli, çox adam sən Yani elə average şartının yani bir önemi olmadı orada. Nə? Average şartının önemi olmadı. Average oldu da elə Ədəd şərtinin. ortadır. Ədədi orta olduğuna görə mən bunu 8-ə böldüm də. Yəni Ben şaşırmıyorum çok sağ ol. cəmlərini saylarına böldüm. Bəli, average-in bir önəmi var elə. Müəllim, Bəli. nöqtə vergül olanda, bir də iki nöqtə olanda onların nə fərqləri olurdu? Hər dəfə yadımdan çıxır. Nöqtə vergül A1, B4-ün arasında olarsa fərqi olacaqdı. Bir A1-i götürəcəkdim, bir də B4-ü götürəcəkdim. Ayrı-ayrılıqda. Ayrı-ayrılıqda. Bir A1-i, bir də B4-də məsəl üçün heç nə yoxdur. Ona görə bunu götürmürdü. Məsələn, olsaydı 9 götürəcəkdim. Heç Məsələn, nə yoxsa S1, mən bunu 0 S3. kimi yazmırıq. Hə? Heç nə yoxsa 0 kimi götürürük, yoxsa vəbşə heç O nə yazmırıq. average-də Adi. götürmürsünüz. Yox, average-də Hə, götürmürsünüz. aydın, aydın. İndi qabaqda izah eləyəcəm. Məsələn, bax, tutaq ki, bu count nə iş görürdü? Toplayırdı. Sayırdı. Count Count Rəqəmlər. sayırdı. ədədlərin sayı. Verilmiş diapazonda O ancaq sayır. ədəd sayır. Sayır. A1, S3. Bax burada, bax bu gördüyünüz yerdə. 7 Bütün də. ədədləri sayır. 6. Bəli, burada Altı. ədədlərin sayı 1, 2, 3, 4, 5, 6-dır. İndi burada count A1 nöqtə vergül olsaydı cavab necə çıxacaqdı? Bir dənə. A1 nə? Sayacaq. Bir Bizə. dənə. Çünki 16-da A1-lə infonda sayacaq, kainatı da sayacaq. Bəli. yox, count Yox. 16 nöqtə vergül Bu olsaydı da müəllim A olsaydı. Hə, A olsaydı, yəni A-nı demirəm. Yəni A1 nöqtə vergül S3 olsaydı, bir Beş. A1-ə baxacaqdı, bir də S3-ə baxacaqdı. Bəli. Oradakıların hansı ədəddirsə onu sayacaqdı. Amma qoşa nöqtə olanda bütün hamısını götürür. Başa düşdü? Bəli. 106. Sam yenə A1 bu nöqtə vergüldür, biraz pis düşüb. A1 Toplayırıq da. nə deməkdir bu? Bir dənə A1-i götürür, bir də Səkkizlə. B2-ni B2. götürür. Bizə götürür B2-ni, 2 bir də qalır. 200. 26, bir dənə də əlavə 2 var. 28. İki var, 28. Bəli, sam nə gördü? Toplayır. Və nöqtə vergüldür deyə ikisini götürür. Amma qoşa nöqtə olsaydı, buranı bütöv götürəcəkdi. Diapazon. Hə. Bax görürsünüzmü? Mən bunu deyirəm. Bizim bu qədər problemlərimiz varkən Windows dərdi çəkməyiniz sizin boşadır. Yəni bunu düşünün ki, biz bu dəqiqə Windows keçirdik. Hansı ki biz count-u, nə bilim, bəzi düsturları hələ bilmirik. Aşağıdakiləri hansı SDF xanasının qiymətini müəyyən edin. Yenə sum A1
A1 ilə C1-i götürüm, yoxsa o aralıqdakı hamısını? Aralıqda Aralıqdakı hamısı. Aralık. Hamısı. Qoşa nöqtəli deyə A1, C1 götürürəm. Neyse 23. toplayırsınız. 20, bu da 3, 20. Sonra. Ama görsün mü? Baxın, bu nöqtə vergül iki diapazon arasında qoyula bilər. Çünki bura qoşa nöqtə yazsaq, qoşa nöqtə diapazonu bildirir. İki diapazonu bir-birindən qoşa nöqtə vergülle ayrılırlar. Daha doğrusu nöqtə vergülle ayrılırlar. Bir daha Bəli. deyirəm, nöqtə vergül iki diapazonu bir-birindən ayırmaq üçündür. Bir də ki, yalnız iki xananı göstərmək üçündür. Elə bilin ki, bunları ayrı-ayrı tapmalısınız. A1-dən B4-ə qədər 1 hesablayırsınız. A1, B4. Bax buranı. 1 hesablayırıq. Ancaq rəqəmləri toplayır. 8, 19, 23, 25, 33. C1, C3-ü də 1 hesablayır. Bunu götürüb bütöv yazardım da. C1, C3-ü də 1 hesablayır. 60. 60. Mesela Amma toplayacaq A1 olaraq C3 yazanda olur da. 93. Yox, prosta A1 C3 yazsaydı bu buranı götürməyəcəkdi. Buranı götürməyəcək. Dəqiq. A1 B4, hə B4 də o. 109. 1-1 səliqə ilə hesablayırıq. Average A1 B1. Toplayıb bölüb 2-yə. 8 ilə 12, 20, yarısı 10. Product hasildir. A4 B4. 5 vuraq 2. 10. Power birincinin üstü ikinci. Yəni 8 üstü 1. Özü Elə eləyəcək. 8. Heç nə. İndi C1-dən C3-ə Cəmi qədər toplamalıyıq. 28. 28. Müəllim, sonda bunu desək ki, diapazon formasında. Nətər? Diapazon deyib də. Birinci qəbulda düşmüşdü, hesabladıq. Bəli, Diapazon bəli, səhv bu yazmışdı. o bəli, bəli, olsa yaxşı olardı. Yumru var idi, kürəyə oxşayan şey hissələrə bölür. Diapazon nədir? Bu diaqram Mən deyirsən. diaqramı deyirəm. Mən Diaqram. diaqram deyirəm. Hə, diaqram Axı desəydi, diapazon soruşurdu ben. diapazon soruşmaz, diaqram deyir yəqin. Müəllim deyirdi ki, yəni tutalım C1, C2 diapazonlu aralığındadır bu qiymət, yoxsa Bəli. Diaqramın hansı diapazona əsasən qurulduğunu soruşurdu. Hə. Siz başqa şey deyirsiniz. Başqa şey Diaqram isə deyirsiniz. faiz nisbətidir də müəllim. Siz bilirəm nə deyirsiniz, izah eləyəcəm. A1'dir, AC1, bax belə bir şeylər var. Diapazon. Sonra 110. Excel-də B3 xanasına yazılmış düsturun nəticələrinə görə uyğunluğu müəyyən edin. Bax, bu da maraqlıdır. Left A1. Nədir? Left Soldan A1. bir hərf. Birdən müəllim sağdan. Birdən. Yox, Oy, left soldan A1 sayaq. deyə bir düstur yox. Hə, yaxşı, soldan sayım. bir. Neçə dənə sayım? Bir dənə. Bir dənə. Nə, bir dənə o A1 xananın bu adıdır. sayma Xananın deyildi. da. Yoxdur. Nə olur? Bir A1 hərf xananın. saymaq Neyim, oldu. neyim gəlir də? B gedir müəllim. Bir dəqiqə bu. Biri B Mənim oldu left müəllim. Neyim sayma xətas deyildi. verir də, səhv düstur yazmışıq deyə. Bəlkə də bu A1 1-dir. Mən A1 1 demək. Yox, A1 100%, A1 100% xananın adıdır. Prosta deyəm bəlkə A1 A1 1-dir. sonra nöqtə vergül 2 Yəni elə yazılır. eləsək görə düz. B variantı getmir ora. Bir Hə. olanda Gedəcək, düz deyil. görək ki. B gedəcək. Bir dənə qulaq asın. Yaxşı, 1-ə Error mənasında ver A1 xana kimi. power B1 üstü B2. 2 üstü 3. Yox, 2 üstü 0. Yox. 1. 1. Müəllim elə B variantıdır. 1, hə. 1-ə B, 2-ci. 1-ə B, 2-yə C. Çünki o gün dedim ki, yazda gəlsə qüvvət funksiyaları boş xananı 0 görür. Yəni bunun cavabı 1-dir. Bunun cavabı name'dir. Neyim? Average A1-dən B2-yə qədər, buradan bura qədər. Nə ilə nəyi toplayır ancaq? 2 ilə 3-ü. 5. 5. 5-i 2-yə bölmək. Orada mətn var axı. Mətn sayılır, o sayılmır. Yox. Mətn saymırıq. Dırnaq formasında ədədi də götürür. Eləyəcək. 4, 9. 9 bölü Bölədə 3. 3-ə cavab 3. Hə, cavab C idi. Müəllim, dırnaq içində olanda rəqəm onu Dırnaq rəqəm içində qoya bilirik. diapazonda götürmür. Belə bir problemimiz var təəssüf ki. Average, yalnız average aiddir. Sama da aiddir. Average'dir, samdır. Ədədi bura. Bu mötərizənin içində bir yerdən qeyd edeyim. Dırnaqlı, dırnaqsız yazsalar da götürür onu ədəd kimi. Amma diapazonda görmürlər onu. Amma bura yazsız götürəcəklər. İstəyirsən 4 yaz, istəyirsən dırnaqda 4 yaz.
götürür. İndi onu powerdə və Diapazon yaxud daxilində digərində düsturda isə yazsa olur. götürməyəcək müəllim. Yox, yox, götürməyəcək. Average götürür. Müəllim, bəs diapazonun daxilində düsturun içində yazsa olur? Məsələn, burada yazıb Məsələn, average yox, o düsturun məsələn B2 xanasına belə 3-cü düsturu yazıb, average olan. Onda götürülür, hə, deyil. qabağında bərabər olsa götürülür. Düsturun fərqi nədir ki? Aydın. Düstur olsa buralarda bir yerdə, də prosta bizə burada. Hə, yazır. aydın, aydın. Ben bir dənə sual verim də oradan. Buyur. Orada müəllim dırnağın arasında məsələn true ya false olsa onu götürür yoxsa dırnaqsız olmalıdır? Burada Bəli. yox, bu Average. dırnaqsız olsa götürəcək, yox. True false-un bir dənə qaydası var. Dırnaqsız götürülürlər. Rəqəm kimi. 1-0 kimi götürəcək burada da average. Bəli, bəli, dırnaqsız olsa hə. Süleyman adlı şagirdin orta qiymətini hesablamaq məqsədi ilə F3 xanasına hansı düstur yazılmalıdır? Vay, bu Süleyman neçə hansı illərdə iştirak edib? Orta Süleyman. qiymətini hesablamaq üçün. Average ilə tapırıq müəllim orada. Average. 100% Müəllim, averagedir. Averagedir. Average A3, yüzdə Y3. B1, Y1. A3-dən Y3-ə. Average A3 B3 hə. B3, Y3 A variantı müəllim. B3, Y3 bəli. bəli, çünki bax niyə görə B3 Y3? Çünki burada Y Onsuz da var, aynı S var. eyni. Eyni bəli, də müəllim. Süleymanın Aynı bu aralıqda, bax bu aralıqda. Hanı Süleyman? Burada hə, B3-dən Y3-ə qədər onun qiymətləridir. Süleyman Amma- ayət burada və toplayacaq Hadi. görəcək sayın. C var. D'dir, C'dir, C'dir. C. A-da nöqtə vericilir ona görə. A3 Y3 də yazsa yenə də eyni şey hesablayacaq da. Yox, A3 Y3 yazsan orada bütün şagirdlər gedəcək artıq. Necə bütün şagirdlər gedir ki, A3 Y3 yazır. Süleyman özündə xana kimi götürəcək. Hə, yox, hə. Düz deyirsən, burası orada o A3 xanası artıqdır axı. Başa düşdüm. Bəli, A3 xanası artıq orada. O mətndir o şey. Mətnləri də toplaya bilmərəm. Məsələn, Aytacın necə taparıq? B6, Y6. Aytac. Aytac, B6, B6, Y6 average. Ərəb orta. Sonra Excel-də C5 xanasına yazılmış düstura əsasən uyğunluğu müəyyən edin. Vay, bu nədir? Bəli, S5-də düsturu yox. If funksiyası lap yaxşı. Count A1 B4-də, bax A1 B4-də ancaq nəyi hesablayır? Rəqəmləri say. Rəqəmlərin sayı. Rəqəmlər. Və rəqəmləri sayı. Bu neçə rəqəm var? 6 dənə. 6. 6 5-dən böyükdür. Bəli. Bəli, onda birincini hesablayacağıq, ikincini yox. Yəqin ki, if funksiyası bilirsiniz. Bəli. Birinci də nədir? Get deyir B3-ün nəyini say? Len, simvollarını say. Magistraturada nə qədər simvol var? 12. 5, 8, 12 12. dənə. Heç nə, 1-ə uyğun nədir? Y variantı. Yəni, birin cavabını 12 tapdıq. İkinci, maksimum A1, B4 diapazonunda bayaq dedim ki, dırnaqda yazsa belə biz onu 34-ü ədəd kimi götürürük. Nə götürəcək oradakı maksimumu? Elə 34 34. götürəcək onda. Bəli. Bəli, 34 götürəz. 2-yə 34-dür, yəni 1-ə E, 2-yə C. B variant. Sam A1, B2. Müəllim o söz dediyiniz dırnaq şarjı samla average deyil Yox, maksimumda da var. Unuttum onu demək. Sam A1, B2 toplayırıq. Nə eləyir? A1, B2 üzrə nöqtə virgül da. Çox qarışıq 31. sualdır. Bu burada A nöqtə variantı virgül var. olacaq. Ümumi 31 eləyir. 31 olur bəli. Bəli. A1, B2-də nə qədərdir? A1-dən B2-yə. A1, B2, 25. 25. Bu da 5. 1. A1-dən B2 eləmirik axı mənim birini. B2-yə. Mən diapazon A1-lə B2-ni götürürük də mənim. Hə, də mən 25 dedim. edir A1 də. ilə B2 edir El 25. 25 edir. 31 də. İkisi. 31-dir. 26 bu da 5. 31 edir də. B variantı cavab. Kimin problemi varsa bax dərs yazılır. Bir də baxın. Müəllim, A5 orada dırnaq işarəsi mətni bildirmirdi. Onu nəyə görə götürürük ki orada? düsturun daxilində dırnaqda yazılsa da ədəddir. Bayaq dedim axı. Düsturun daxilində Elə bu dırnaqda 3 dənəsindədir müəllim. Hər dəfə arta-arta gedir sual çıxanda. hə, yəni maksimumdur, samdır, averagedir. Bunlarda ədəd dırnaqda yazılsa da ədəd kimi götürülür.
Cədvəldə verilənlərə görə A5 xanasının qiymətini müəyyən edin. Count A. A1-dən D4-ə qədər. Heç nə. Ədədi sayacaq, yoxsa hamısın? Hər Hər şey. şey. Hər şey. Hamısın Dolu olan sayacaq, xanalar. bəli. Dolu xanalar. 3, 5, 8, 11. Y variantı. Sonra. Hamısı dolu xanaları. Yox, hamısını saymadım. Hə. Sonra Sam A15 D20. A15 D20. Hamısını sayaq, yoxsa A5 ilə D20-ni toplayaq daha doğrusu. Hamısını. Hamısını. Bəli. Diapazonla 31, 56, bu da 10. 66. 1'ə A. Count. Bu diapazon. Nə? Count sayırdı. 15 götürmürük də, çünki şeyə görə. Hə, götürmürük, dırnağı. Count buradakı yalnız ədədləri sayır. Yenə 3, 5, 6. Average-dəki buradakıları toplamışdıq zaten. Neçə eləmişdi? 66. Bir də bölürük saylarına. 1, 2, 3, 6. 4, 11. 5, 6. 11. 11. Evet. Sonra 15. Bu nədir? Əlinə nə gəlib atıb? 6 xanasının qiyməti. Maksimum A1 C5 diapazonunda. 27. A1-dən C5-ə qədər özdə qoşa nöqtədir. Maksimum nədir burada? 27. Və elə ki o 27-ni 1 və 8 ilə müqayisə eləsək, onsuz da buradan nə çıxacaq? 27. Onsuz da yəni. 27 çıxacaq. Birincidə tapdım 27. İkincidə də burada 1 var deyə görürsünüz. Diapazonda olacaq. başqa yerdə 1 yoxdur deyə cavab 1 çıxacaq. Görürsünüzmü? Dırnaqda olsa belə mən onu götürürəm. Çünki maksimumdur, minimumdur. İndi minimum da aiddir, maksimum aidsə minimuma da aiddir. Samdır. Hamısı dırnaqda biri ədəd götürür. Ses nedir? 28. Müəllim, bir dənə sual vermək olar. Buyur. Mən o nə zaman olur ki, variantlarda value falan verir? Onu nə zaman götürürük? Hansı hallarda onu götürə bilərik? O biraz uzun dara söhbətdir. Onun məhsul videoya baxmısan. Yox müəllim, tam baxmamışam. Amma problem o da video baxın, orada izah eləmişəm. Yəni mən götürüb Düstur səhvləri də olar. 5-in üstünə tutaq ki, Yəni, axırında- diapazondakı 31-i gəlsəm, məsələn gəlsəm D3. Onda o ki value səhvi çıxacaq. Mətnin üzərinə yəni rəqəm gələndə Hə, value mən sözünə ədəd gəldi. O biraz uzun söhbətdir. Onu videonun Videonun axırlarında videonun axırındadır. Videonun axıra çevir, axırda deyil o. Oldu müəllim, çox sağ olun. Sağ ol. D4 xanasının nəticəsini müəyyən edin. Yenə A1-dən C3-ə qədər 1 toplayırsınız. Özdə qoşa nöqtədir inşallah. A1-dən C3-ə qədər. Bax buranı 1 toplayıram. 3, 14, 27. Bura elədi 27. Sonra A4 C4-də 1 toplayıram. Yenə qoşa nöqtədir. A4 C4. Yox, A4 C4 buranı. Bu da 20. Heç nə toplayanda edir 47. Sonra C4 xanasını istəyir. Gələk bir-bir hesablayaq hamısını. A dollar 1. Yəni Mən bunlar A1. bilirik. Fərqli bir şeyə baxa bilərik. Hələ ki baxaq. Vərdiş verməliyik bunlara. A1 12. Plus minimum A1 nöqtə vergül B5. A1 nöqtə vergül B5. Elə 12. Bu elədi 24. 24. Sonra average A4 B4. 17. Bəli. Toplayıb 2-yə bölürsünüz. Power A4 üstü A5. Yəni 2 üstü 1. Heç nə. Sonra bunların üçünü də toplayırıq, yoxsa ikisini? İkisini. İkisini. Bax, yoxsa toplayıb getmişdik. Bəli. Birinə C3. C1-ə C3-ü. 26. 20. Yaxşı, mən baxım görürüm, hamısı eynidir. Maraqlı varsa yazaq. Bu value-nu bildiniz də, mətndən ədədi toplayanda ortaya çıxır. Orada cavab nədir? Sizcə elə A-dır. Düsturda rəqəm olmayan element var. Sonra, düsturda ünvana müraciət olunan xananın ünvanı pozulubsa, ünvan deyir, müraciət deyir. 120-də. Hissə variantı. Referens, istinad səhvidir. Sonra hamısı düsturdur. Sonra baxın, burada bir dənə fərqli düstur 127 if funksiyası. Burada deyir ki, Excel-də D4 xanasının qiyməti 19 və s. ədədlərinin hansına bərabər olsa, xanaya funksiyasına görə keçidi yazılar. Sizcə
80-dən böyük olan. If hə olanda birincini, yox olanda ikincini alır. İkincini. İndi biz gərək bunun 88. cavabını hə 88. eləyək. 88 Onda götürək. 80-dən böyük olmalıdır, düzdürmü? 88. Ay sağ ol, 88. 88. Sonra 128 hansında sintaksində səhv var? Sizdə Müəllim leftdədir, A-dadır. Lendə müəllim. birində var. Məncə Len. Lendedir. Çünki Lende Ay sağ ol. Len yalnız bir xanım gedib bir A7 Bir xanasını xanı. Hayır. sayasın. Len yalnız gedib A7 xanasındakı hər hansısa bir sözü saya bilər. O 2 burada artırdı. Sonra 129 and funksiyası bilirsiniz ki, hər zaman düz olanda düz olur. İcrasından sonra nəticələrdən neçəsi true olacaq? B1-dən B7-yə. Yəni bunu bir-bir aşağıya köçürə gəlsək. Sizcə and nə vaxt doğru olurdu? Hər ikisinin cavabını 1 alanda. İndi maraqla baxın, sizə bir dənə asan yol deyim. Baxın, söhbət A1-ə aiddir. Çünki mən bunu artıra getsəm A2, A3, A4, A5, A6, A7 olacaq. Bu elə bir ədədlərdir ki, 700-dən kiçikdir, nəydən böyükdür? Sizcə? 300-dən. Baxın, nəyi deyirəm? 200-dən. Bax, buna vaxt hər cavabı alır. 700-dən kiçik 700-dən olanda. kiçik Buna olsa. vaxt hər cavabı alır. 300-dən. 300-dən böyük böyük olanda. Ay sağ ol. İndi 700-dən kiçik, 300-dən böyük ədəd burada hansıdır? 600-dən. 400, 400, 500, 600. 400, Biri 600. 600'dür, 3, 4, 7. biri 400'dür. 400'dür, bir de 500. 500. 500'dür. Düzdürmü? Bəli. Neçə dənə olur? 3 dənə. 3 dənə. dənə. Düz yazdır görəsən. A yox, B2, B7 kanallarında sürüklənərsə. Mən cavabım bunun 1 yazmışam, amma Mən onda yəqin sürüşdürüb Müəllim bir dəfə yazmaq B2, bir lazımdır. dəfə B7-yə keçirib onların hansına baxacaq ki, görək hansı uyğundur. Keçirəndə nə edəcəklər? B1-dəki düz durub B2-yə köçürəndə olur A2-də, düz deyil. Bəli. A2 kiçikdir. Məsələn, burada bir 700. dənəsə hə olur, o birisi yox olur. Bu da 300-dən olur bərabər olur. A2 böyükdür 300. A2 700-dən kiçikdir. Bəli. Bəli. Hə. 300-dən də A2 böyük. 300-dən böyük. Yox, Ha, böyük A2 deyil, axı 700-dən bərabərdir. kiçik deyil. Yox, bu alınmır. Bir dəfə də B7-yə A, keçirib bu baxın. bizə heç bu da ödəmir də. İndi bura köçsəm o zaman A3. 700-dən kiçikdir. Ehtiyac yoxdur, məncə. Hə, var. B7 arası. A3 300-dən böyükdür. Biri budur da 100%. Yox, əslində düz yanaşırıq biz. Düz Mən yanaşırıq da 700-dən kiçik, əvvəl elə 300-dən böyük edirdim. olmalı. 5, məsələn tutaq ki 500-ü götürürəm. Gəlib bura çatmışam sürüşdürə. 700-dən kiçikdir, hə. 300-dən böyükdür, hə. Cavab çıxır true. Hə də mən elə bir B1 xanasında false verir də bu. B2-də də false verir. B2-də də B3-də false verir. verir, B5-də də false verir, B6-da da false verir. B6-da da. Üçündə true verir. Düz deyirik, cavab şeydir. Və yaxud qəbula düşsə oturun bir sürüşdürün. Amma məncə Müəllim, düz yəqin deyil. yorğun vaxtınıza düşüb onda bir yazmısınız. Yəqin ki, amma məncə belə 3-dür. Fruit deyə bir yazmısınız bəlkə də. Yəqin ki, nə bilim. Yəni 130-a baxaq. Müəllim, or olanda biri məsəl üçün false, biri true və yaxud da əks Hə, olanda elə o çıxır. Elə Yox, bax yəni 130 false. oldu, bax. A1 xanasının qiyməti 400-dən kiçikdir. Xeyr. Abi, yox. A1 xanasının qiyməti 400-dən böyükdür. Bəli. Hə. İndi bunun cavabı nə çıxacaq? Hə. Hə, False. hə, yəni true. Bəli. Çünki Bəli. orada yalnız bir düzgün. İndi ikinciyə baxıram. A2 xanasının qiyməti 400-dən kiçikdir. Hə. Bəli. 400-dən böyükdür. Xeyr. Ona cavab True. nə çıxacaq? True. Yəni ki, True. hamısı 400-dən müqayisə olunur. 400-dən kiçik və böyüklüyü müqayisə olunur. Cavabların da biri ödəsə cavab düz çıxır. Yəni elə bir ədəd 400 varmı ki, götürməyəcək 400-dən kiçik olmasın, 400-dən də böyük olmasın. 400. Eyni anda belə bir ədəd ancaq 400-ə aiddir də, düzdür? Bəli. İndi burada neçə dənə false ola bilər sizcə? Bir dənə. Bir dənə. Bir dənə olur. Bir dənə olur. Baxın, bu testləri biraz
düşüncəniz yəni nə mənada? Yəni riyazi düşüncəmiz olsa, məsələn Mənfi. riyazi düşüncəmiz olsa, baxan kimi tutarıq ki, qardaş, o hansı ədəddir ki, eyni anda 400-dən kiçik olmasın, eyni anda 400-dən böyük olmasın. Bu halda yalnız 0 verir. Yoxsa bunun bir tərəfi ödəsə avtomatik cavab 1-dir, yəni truedur. Gərək hər iki tərəfi ödəməyə. O da hansı haldadır? O ədəd 400-dən kiçik də olmasın, 400-dən böyük də olmasın. Bu yalnız 400-ün özüdür. Yəni bir dənə cəmi burada false çıxacaq, bu da B variantı. Yəni bunları qoymaqda məqsədlər odur ki, görək biz sürətli fikirləşə bilərik. Əslində o sizin alqoritminiz var idi. Onda da müəyyən bir iş, tez həll bir yol tapmaq olar. Bursa biraz gərək alqoritmik düşüncəm olar orada da. Məsələn, bax bu. Baxın, yenə bizdən false istəyir. Bayaqki sualda belə çıxır ki, cavab sizcə nədir indi? Bayaqları qardaş bir dənə tapmamışdınız. Ümumi 7 dənədir. 6. Ay sağ ol. Cavab Ümumi 6-da 7 bu da not verir. dənədir. 7 dənədir. Biz yuxarıdakında bir dənəsini false tapmışdıq. İndi not qoyubsa deməli 6-sı false olacaq. Əksi də elə ki onun. Excel'in aşağıdakı funksiyalarından hansında sintaks əgərsə bunu da keçsin. Bezdirdim sonra. Yenə köçürmələr. 133 maraqlıdır. B2 üstə gələk C2. Nə tapırıq? B2 1-dir, C2-də 3-dür, 4. 4. Sonra C1 plus B2. C1 yoxdur, gərək bunu hesablayaq. Buranı 4 tapdıq. A1, yəni 4, çıxaq C2. Yəni 3, bura eləyir 1. Biz C1-in üstə B2 gələ bilərik. Nə eləyir? 1 plus 1 eləyir də 2. Sonra A1 çıxaq C1-i tapmışıq. Elə 1 elədi. B1 çıxaq C1. Yəni B1 neçə idi? C1 plus B2. 1 plus 1. 2. 2 çıxaq 1. 4, 2, 1, 1. C var. Neyse, yerinə qoyuruq. Sürüşdürməyə baxmırıq. A1 xanasına daxil edilmiş ədədin 15%-nin C4 xanasına yazmaq üçün C4 xanasına yəni A1-in 15%-ni necə tapılaraq sizcə? O gün belə bir şey var idi. 15-ə bölərik 100-ə də. Yox, elə A1 15% yazarıq da küçük. 15-i 100-ə? A1-i 15-ə vurub 100-ə böl. Ya. Excel'də elə 15% yazmağınız kifayətdir. Müəllim, o günlər test verdiyi eyni sual deyil, bu 15 Bəli, orada test var idi ki, məsəl üçün bax belə idi. İndi deyəsən onu misal çəkmişdim özümdən dərsində. A1 plus 4 faiz. A1-in də yerinə yazaraq məsəl üçün 16. Onda bu neçə faiz deməkdir elə? 20%, o da 0,2 deməkdir. Elə qabağına bir dənə 15% yazsaq kifayətdir. Sonra baxın görüm. 8 dəqiqəmiz qaldı. 12-də bitirəcəyik, narahat olmayın. İnşallah. Elektron cədvəldə adlar və yaşlar verilib. Aşağıdakilərdən hansı yaşı 25 olanların sayını təyin edir. Bu da maraqlıdır. Görün, yaşı 25 olanları necə tapa bilərik buradan. Bir dənə 144-ə baxıram. Prosta bir dəfədə diaqramlara baxarıq. Çünki diaqramlar əslində bizim 6-cı gün işləyəcəyimiz testin içində də var. Ona görə narahat olmayın. Baxın 138-ə. Yaşı 25 olanları necə taparıq? Burada şərt verməklə. Count if şərtində B1, B10 diapazonda 25 olanlar. Çox sadə. A variantı. Yaş sütunu götürürsünüz. B sütunudur bura. Amma diqqətli olun deyə və sütunu düz götürəsiniz. Heç orada ancaq 25 olanları. Məsələn 25-dən böyüklər desəydi yazardıq böyükdür 25. Sonra 144-ə baxaq. C4 xanasının qiymətini müəyyən edin. Birinci yenə bu sual tanış şeydir mənə. ABC A1 2,5 eləyəcək müsbət 2,5. Faktorial A4. 3 faktorial neçədir? 6. 6. Elə ki bu 2,5-dir. Bu da 6-dır. Bunlar da bir-birinə vuranda bu eləyir 15. A3 B3. Baxın A3 8-dir. B3 yoxdursa qüvvət funksiyası boş xananı 0 götürür. Bayaq da dedim. 7. 1 eləyəcək. Bu eləyəcək 1. 8 üstü 0 deməkdir. 1, bu da 7. Eləyəcək 8. Əndin içində hesablama var. B1 A2-dən böyükdür.
Yəni Müəllim, biz niyə 8 üstü yazaq deyən? Hayır, böyle değil. 8 üstü 0 yazdılar. Bəli. Bəli. B1 yəni 17 A2-dən yəni 5-dən böyükdür. Hə. Bəli. Bəli. B3 B4-dən böyükdür. Boş xana 8-dən böyükdür. Xeyr. Deyil. Amma not onu eləyəcək, hə. Hə. Cavab çıxdı true. İndi aşağıda da if funksiyası deyir ki, S3 truedur. Bəli. Hə. Hə olanda da baxın burada 2 dənədir. Biri S1 vuraq S2-dir, biri də 1-dir. İndi Birinci S1 vuraq S2 götürək, 1-i götürək. Bir vuraq Ay, Birincini, sağ ol. birincini, S1 bəli. vuraq S2, 15 vuraq 8, 120. Yenə o 150 sadə sualdır. 146-ya da baxıram, bu günlük bəsdir. Bir də bu Macintosh-a baxaq, onunla da yekunlaşdıraq bu səhifənin axırını. Əsas o ki, bizim anlayışımız var düsturlardan. Yenə count if A1 B4 verilmiş diapazonda bax buradan bura qədər. Ancaq 7-dən böyük bərabərləri sayır. Bu da neçə dənədir? 7 14. 7 və 14. Power A1 üstü S1. Yəni 3 üstü 2. S1 hanı? Hə 2. 2. 9. Yenə if funksiyası. Sum A1 S2. A1-dən S2-ni toplayıram. Bu A1 S2 buradır. Özə qoşan nöqtədir. 4, 8, 19. 10, 19. 19 kiçikdir mi 21-dən? Bəli. Bəli, sonda birincini götürüb cavab 0. Çünki ikinci maksimum A1 B4 gedib tapmaydı. Yox olsaydı. Amma hər deyə birincini götürürəm. Cavab elə 0. If-də doğru olanda birincini, səhv olanda ikincini. Yenə D4 xanasında yazıb count A, A1-dən C4-ə qədər. Count A nəyi sayır? Hamısı. Hər şeyi sayır, dolu xanalar. Bəli. 4 dənə, 2 dənə, 3 dənə, 7, 9. Bax belə. Baxın bu tipdə bundan da çətin 100 dənə sual izahı sizin qrupunuzda da var. Kim Excel öyrənmək istəyirsə 100 o, 147 bu, 250. Mən bilirəm ki, bunu mənə söyləmək asandır, sizə eləmək çətindir. Ona görə bu gün 12-yə qalıb mən sizlə bərabər buradayam. Yəni mən bilirəm ki, gedin baxın, gedin oxuyun, gedin yazın. Bunu eləmək asan məsələ deyil. Mən bunun fərqinəyəm və sizə başa düşürəm. Bax ona görə sizlə buradayam. Bunu valla heç nə üçün demirəm. Amma çalışın ki, heç olmasa dərsə baxın. Testdə olmasa da dərsə baxın. Testi görsə əlimizdən gəldiyi qədər bütün testlərə baxırıq. 150 testdir. Baxın 147 içində bəzən çıxır. Bu zarafat şey deyil, yəni. Yəni 150 testə baxmaq, 150 testlə tanış olmaq, 150 müxtəlif sual ətrafında danışmaq həqiqətən yəni asan bir şey deyil. Yəni elə belə bir şey deyil. Diaqramlarla bağlı sizə söz verirəm ki, test izah eləyəcəm sizə. 6-cı gün isti-isti. Elə izah eləyəcəm, sabah gedib qəbulda düz yazarsınız. Sabah PowerPoint. İndidən hazırlaşın. Gecəniz xeyrə. İnşallah görüşərik. Adil müəllim, Macintosh dedinizsə o nə idi müəllim? Yox, dedim ki, bu Macintoshu da yazacağıq. Cədvəlin içində gördüm, ona görə dedim. Sağ olun müəllim. Buyurdu Macintosh. Hə, sağ ol, sağ ol. Sağ olun, gecəniz xeyrə. Səhər dərs olacaq. Yox, səhər yoxdur. 28 filanla dərs 4-cü gündür. Sabah elmlərdə də dərs yoxdur. 5-ci gün elmlərdədir, 4-cü gün 28-də informatikan deyirəm. Saat sual 2-dən verəm qabaqda yəni. 2-dən qabaq dərs başlayır. Saatı deyəcəm. Adil müəllim, bunun rekordunu indi göndərə bilərsiniz birazdan mümkün olsaydı əgər. Yüklənsə, hə, tez yüklənsə göndərəm. Allah razı olsun. Hə, mən yarısını biraz gözdən qaçırtdım, mən şeylərə baxardım. Oldu, sağ ol. Sağ olun, mən gecəniz xeyir. Hə, kim sual vermək istəyir? Mən. Hə, buyur. Aksesdə ulduzdan sonra hərf olanda axırıncını götürürük, yoxsa Ulduzdan sonra hərf varsa A-la Axırıncı bitir nə? deməkdir. A-dan sonra məsələn ulduz varsa A-la başlayır deməkdir. Hə, bildim. Çox sağ ol. Sağ ol.